Aktual gündəm efirdədir. Bu saatlarda hansı hadisələrin baş verdiyini bizdən də eşidəcəksiniz. İran öz cavab zərbəsini endirdi. Elə bax bu dəqiqələrdə aldığımız məlumata görə İsrail ordusunun sözçüsü Elfi Defrin bildiribdi ki, 100-dən çox raket atılıbdır. Bəzi mənbələr 100-dən çox olduğunu deyirdilər, amma rəsmi belədir ki, 100-ə qədər raket atılıb. Onların cəmsi bir neçə dənəsi hədəfə dəyib. Artıq yaralılar haqqında məlumat var, 35 nəfər yaralanıb. Və eyni zamanda İranın Hörmüz boğazını bağlamaq niyyətində olduğu açıqlanır. Ən dəhşətli xəbər isə yəqin ki, İranın nüvə sınağını həyata keçirəcəyi ilə bağlı yayılan xəbərlərdir. Və bu xəbərlər də artıq İran mediası tərəfindən də verilir. Eyni zamanda Qərb mediası da bu barədə danışır. Əslində biz də sizdən istəyirik, həm də müzakirə edək, nə baş verir, nələri gözləyək. Gözlənilməz addımlar oldu. Bu qədər raketin atılacağını heç kim düşünmürdü. Balistik raketlərdən gedir söhbət. Daha nə olacaqdı? Birinci dalğa bitdi, ikinci dalğanın bitdiyində dedilər. İndi üçüncü dalğanın da artıq bitəcəyi məlumatları daxil olur. Hərbi ekspert Səxavət Məmmədovla əlaqəmiz var. Bir onunla danışaq. Səxavət bəy, axşamınız xeyir. Axşamınız xeyir. Nə baş verdiyini hamımız xəbərlərdən görürük, amma daha detallı. Əsas sual, İran buna hazır idi, belə göründü. Bu qədər arsenalı hardan aldı və doğrudan mı gizli arsenalı var imiş, hamıdan gizlətdiyi? Hətta deyilənə görə dənizin dibindən də raketlər çıxıb. Ümumiyyətlə, bəzi ölkələrin arsenalına biz baxanda və yaxud da ki, silah istehsalı ilə bağlı məsələlərə bir baxanda, məsələn, Türkiyəni götürək. Məsələn, Türkiyə daha çox öncə tanklarla başladı, daha sonra dronları daha çox inkişaf elətdirməyə başladı. Amma İran konkret olaraq 20 ilə yaxındır ki, sırf balistik raketlərin istehsalı ilə məşğuldur və İranın əlində kifayət qədər, hətta deyərdim ki, bəzi ekspertlər ümumiyyətlə belə düşünürlər və yaxud da ki, belə deyirlər ki, təxmin edilməyəcək qədər balistik raketi var İranın və yeri gəlmişkən, onu düz vurğuladınız, İran həm də sualtı qayıqlardan balistik raketlər balistik raketlərlə İsrailə zərbələr indirdi. Düzdür, İsrail tərəfi İranın hava hücumundan müdafiə sistemlərini, ümumiyyətlə İranın generallarını və onların nüvə alimlərini gecə baş verən əməliyyatlar zamanı vurdu və onları sıradan çıxartdı. Amma nəzərə almaq lazımdır ki, İranın cavabını da İsrail tərəfi gözləyirdi və ağır bir cavab olacağını da gözləyirdi. Düşünürəm ki, kifayət qədər ağır cavab oldu. Niyə görə? Ən azından İsrailin Müdafiə Nazirliyinin 2 raket zərbəsinin indirildiyi informasiyası var. Bundan əlavə F-35'lərin yerləşdiyi aviabazaya raket zərbələrinin düşdüyü ilə bağlı informasiyalar var. İsrail mətbuatı da bu informasiyaları təsdiq eləyir. Bundan əlavə İsrailin maliyyə mərkəzinə raket zərbəsinin düşüb və hələ də yanğının getməsi ilə bağlı informasiyalar var. Yəni, təbii ki, burada bir informasiya, bir psixoloji savaş da var. Yəni, bəzi ölkələr, məsələn, İran öz zərərini kiçilməyə çalışacaq, İsrail öz zərərini kiçilməyə çalışacaq. Amma düşünürəm ki, İranın zərbələri kifayət qədər ağır oldu və hətta İsrail tərəfi artıq bu məsələni bütün dünyanı ayağa qaldırmağa çalışır ki, bəs bizi İran tərəfindən, İran bizi raket zərbələrinə tutub, bunun qarşısını almaq lazımdır, bütün dünya birləşməlidir. Yəni, hər halda birinci hücum dalğasını başlayan İsrail olduğuna görə, yəni bu formada İsrailin davranması da bir qədər qəribə görsənir. Düşünürəm ki, İranın ən zəif yerini İsrail bilirdi və Amerika bilirdi, hava hücumundan müdafiə və yəni bunu heç kim dana bilməz ki, İranın ən böyük problemi, yəni hava üstünlüyü, əgər İranla İsrail toqquşacaqsa, İranla Amerika toqquşacaqsa, mütləq şəkildə hava üstünlüyü bu tərəflərdə olacaq. Amma bu iki dövlət arasında əgər balistik raketlər və hətta quru əməliyyatları, təbii ki, sərhədləri olmadığına görə, məsafə çox uzaq olduğuna görə quru əməliyyatları mümkün deyil. Amma düşünürəm ki, quru əməliyyatları əgər bir qonşu olsaydılar, yaxın olsaydılar, hesab edirəm ki, İran ordusu İsrail ordusunu çox ağır bir vəziyyətə sala bilərdi. Çünki sırf quru əməliyyatlarından gedir. Amma İsrailin təbii ki, hava üstünlüyü danılmazdır. İsrail təsəvvür edin, 7 saat
4 radələrində başlayan hücum zamanı bir dəfə 200 hədəf döyüş vurmuşdu. təyyarəsi havaya qaldırdı. Və ona görə də amma İsrail tərəfi də indi də İsrail Açığı Müdafiə Nazirliyi belə bildirir ki, biz raket dalğasının bitdiyini düşünmürük. Yeri gəlmişkən Sepahın qərargah Sepahın vəzifəsini unutdum. Sepahın Səfərimgah qərargah rəisi olmalı ya da ümumiyyətlə Sepah qoşununun komandanı olmalıdır. Rəhim Yahya Səfəvidən gedir söhbət. Rəhim Yahya Səfəvi təxminən bir yarım saat, 1 saat öncə belə bir bəyanat verdi ki, artıq bu hələ başlanğıcdır və bu daha ağır, yəni artıq müharibə dalğası başlayıb. Yəni artıq biz danışıqlar prosesi bitib, bundan sonra danışmayacağıq. Bundan sonra ancaq, yəni onun sözünə belə çıxdı ki, bundan sonra ancaq silahlar danışacaq. Yəni İran da artıq real olaraq müharibə vəziyyətinə keçir. Bu isə təbii ki, söhbət təkcə ilə İsrail-İran məsələsi olmayacaq. Bu, bizim də bir yerləşdiyimiz bir region var. Təbii ki, bu Cənubi Qafqaza da təsirsiz ötüşməyə bilməz və yeri gəlmişkən Rusiya tərəfi də məsələyə bir qədər fərqli yanaşırdı əvvəl, amma indi artıq Rusiya kəskin münasibət bildirməyə başlayıb, xüsusən BMT nümayəndəsi çox kəskin münasibət bildirməyə başlayıb. Yəni, dolayısıyla... Səxavət bəy, mən üzr istəyirəm, bu dəqiqələrdə BMT Təhlükəsizlik Şurasının iclası keçirilir və siz dediyinizdə də Rusiya nümayəndəsinin çıxışıdır, onu nəzərdə tuturdunuz, tamaşaçıların diqqətinə çatdırdıq və artıq Azərbaycan tərəfindən bəzi xarici vətəndaşların İrandan təxliyəsi üçün Astara sərhəd keçid məntəqəsində lazımi şərait yaradılıbdır. Azərbaycan İrandan təxliyəsinin həyata keçirilməsinə dəstək göstərir. Təxliyə olunanların səhhətində problem yaranması halına qarşı təcili tibbi yardım, avtomobil və həkim briqadası cəlb olunub. Eyni zamanda Naxçıvana uçan reysimiz, biz son xəbərdə təqdim elədik, çatmamış, mənzilə geri qayıdıb. Bu da yəqin ki, təhlükəsizlik tədbirləri ilə bağlıdır. Amma əsas sual, sizcə, hədəfə çatdımı İranın atdığı raketlər? Çünki İsrailin dünən atdığı raketlər konkret hədəfləri nəzərdə tutmuşdu və vurdu. Amma siz də sadaladınız, cəmsi biri təsdiqlənib, biri isə yəni F-35-lərin bazası ilə bağlı ehtimallar var. Amma daha böyük hədəflər var idimi? Yoxsa elə bu da və neçə gün davam edə bilər bu balistik raket oyunu? İsrailin cavabı nə olacaq? Çünki Fransa artıq dedi ki, biz İsrailin müdafiəsinə qalxacaq və indi bax bu məlumat gəldi. İranın ali dini rəhbəri İsrail səhvə yol verdi, qələt etdi deyə bir tweet də atıbdı, maraqlı bir məsələdir. Və artıq Amerikanın da Thomas hərbi gəmisi tam vəziyyətdə, hazır vəziyyətə gətirilibdir. Nələr olacaq bax bu saatlarda? Davam edəcəkmi? Varmı İranın o bazası ki? Çünki Netanyahu artıq xalqa müraciət edir, İran xalqına ki, bu rejimə qarşı ayağa qalxsınlar. Təbii ki, gözlənilən məsələ idi, amma Netanyahu onu da görməli idi ki, İran tərəfindən balistik raketlər atılanda İranda insanlar Tehranda, Təbrizdə, bir çox şəhərlərdə küçələrə çıxıb və bunu sevinclə qarşılayırdılar. Yəni, sanki İsrail tərəfi də istədiyinə, tam olaraq istədiyinə çatmadı. Misal üçün nəyi deyəcəm? Məsələn, İsrail tərəfi konkret olaraq bildirdi ki, biz onların yer tipli raketlərinin və raket qurğularının hamısını məhv eləmişik. Amma İran tərəfi yer tipli raketlərdən elə İsrailə təxminən 100-ə yaxın, indi İsrail tərəfi deyir 100-ə yaxın, amma bir çox mənbələr deyir ki, hətta 300-ə yaxın olduğu, bəli, 300 deyilən mənbələr də var. Yəni, necə hamısını məhv etmişdilər ki, 300-ə yaxın və yaxud da ki, 100-ə yaxın raket atıla bildi. Bu işin bir tərəfi. İşin digər tərəfi konkret olaraq bildirdi ki, hava hücumuna müdafiə sistemlərini də tamamilə sıradan çıxardıblar. Amma məlum oldu ki, və İranda Təhlükəsizlik Şurasının iclasından sonra Sepahın bəzi rəhbər şəxslərinin ümumiyyətlə həbsindən sonra İranın hava hücumuna müdafiə sistemləri işləməyə başladı. Hətta həbsindən yoxsa vurulmasından sonra? Yox, Təhlükəsizlik Şurasının iclası keçirdi. İran mətbuatında belə bir informasiya getdi ki, Şurada məlum olub ki, kimlərsə bu məsələdə onu nəzərdə tutursunuz. Aha, bəli. Bəli.
Ondan sonra İran hava hücumundan müdafiə sistemləri artıq işləməyə başladı. Və hətta iddialar var ki, 2 F-16, bir F-35-in vurulması ilə bağlı iddialar var. Düzdür, pilotun İran tərəfi iddia edir ki, pilot onların əlindədir, amma İsrail tərəfi bunu təkzib eləyir. Amma hər halda İsrail tərəfi demir ki, o F-35 və F-16'lar vurulub. Yəni amma İran tərəfi artıq görüntüləri yayıb, onun vurulma görüntülərini yayıb. Bəli. Yəni bütün bunlar onu deməyə əsas verir ki, hər iki tərəf əslində istəyinə çata bilmədi. Yəni İsrail tərəfi 200 təyyarə ilə demək olar ki, 60 məntəqəni, öncə 8 vilayətin 60 məntəqəsini, daha sonra bu vilayətlərin sayı 12-yə qalxdı və məntəqələrin sayı da 100-ə yaxınlaşdı. Yəni bütün bu məntəqələrin hamısını vurdu. Amma nəzərə almaq lazımdır ki, İranın ərazisi çox böyükdür və nədənsə mənim çox diqqətimi çəkən bir məsələ oldu ki, İsrail tərəfi və Amerika tərəfi, yəni İranın sırf hava hücumundan, müdafiə sistemləri ilə bağlı radarları, aviabazaları, nüvə məntəqələrinə doğru zərbələr indirdi. Amma dəniz qoşunları ilə bağlı bu addım atmadılar və əslində elə İsrailə ən ağır, yəni o raket zərbələrinin hədəfə dəyən ən ağır zərbələri də əslində elə dəniz qoşunlarından gəldi. Yəni sırf sualtı qayalardan gəldi. Yəni sanki ya bu diqqətdən qaçmışdı, ya da bununla bağlı bir informasiya əldə edə bilməmişdilər. Düşünürəm ki, bundan sonraki mərhələdə İranın əlində mən onsuz da bu müharibə başlamamışdan öncə də bir araşdırma aparmışdım. Hətta müəyyən bəzi mənbələrlə də bu məsələni dəqiqləşdirməyə çalışmışdım. Orada iddia edirdilər ki, İranın əlində həqiqətən də ballistik raketlərin sayı həddindən artıq çoxdur. Məsələn, yəni İran Səxavət bəy, yəni söhbət hansı rəqəmdən gedir? Çox dedikdə. Çox dedikdə bu minlərlə nəzərdə tutulur. Hətta iddialar var ki, 20 minə yaxın əllərində. 20 min. Bəli, mən demirəm bu rəqəm dəqiq rəqəmdir. Hər halda müəyyən yerlərdən ən azından deyilən informasiyalar budur. Bunların hamısı uzaq mənzilli ola bilməz. Eləsi var ki, yaxın mənzilli, orta mənzillisi var, yəni uzaq mənzillisi var. Amma hər halda, yəni İran sırf 20 ilə yaxındakı məhz ballistik raketlər üzrə fokuslanıb və biz şahidiyik ki, illərdir ki, İran demək olar hər il bir neçə dəfə ballistik raketlərin yeni sınaqlarını keçirməsi ilə bağlı. Bəli, sınaqlarını keçirir. Bu dəqiqliklə artıq. Səxavət bəy, bir sual verim. İsrailin hədəflərindən biri həm də nüvə obyektlərinin vurulması idi. Bir obyekt haqqında artıq deyilir, məlumat da var, Maqatenin də məlumatı var ki, yerüstü infrastruktur tam dağıdılıb, hətta enerji bloku dağıdılıb. Eyni zamanda hətta orada şualanma ilə bağlı da bir açıqlama gəldi. Yəni İsrailin əslində əsas hədəflərindən biri buydu. Buna çatdı mı? Tamam, dediniz ki, çatmadı. Çatmaq istədikləri də rəqəmlər söyləmişdi, reallıq başqa şeyi göstərdi. İranın bəs hədəfləri haraydı? Konkret elan eləmişdimi? Bütün bu ajatajın axarında bir hədəflər müəyyənləşmişdimi? Çünki İsrail elə burada iddia edir ki, o mülki şəxsləri vurub. Hətta Müdafiə naziri İsrailin dedi ki, mülki şəxsləri, mülki obyektləri vurmaqla qırmızı xətti keçdi və cavab çox sərt olacaq. İranın hədəfləri var idimi və onlara çatdı mı? Onda biz hər halda bir obyektiv yanaşırıq da bu məsələyə təbii ki və ona görə də yenə birinci İsrailin hücum dalğasından başlayaq ona görə də. İsrail hər halda o generalların və yaxud da ki İsrailin nüvə, məsələn İranın nüvə alimləri, yəni hərbi şəxslər idi və bunlar mülki şəxs idi. Mülki idi, bəli. Yəni hər halda bunu vuranda necə olur ki, yəni bir tərəf mülki şəxsi öldürəndə bu olur özünü müdafiə hüququ, digər tərəfi mülki şəxsi vuranda bu artıq terakt olur. Bu nədənsə bu yanaşmanı şəxsən mən qəbul eləmirəm. Amma burada bir məsələ var. Məsəl üçün lap generalların vurulduğu evlərə baxaq. Onlar hamısı hansısa bir villa və yaxud da ki hansısa bir həyət evi deyildi. Yəni konkret olaraq bina evi idi və o bina evləri vurulmuşdu. Yəni dolayısıyla tərəflər bir-birini təbii ki, burada özlərini daha çox haqlı göstərməyə çalışacaqlar. Yəni bir-birini ittiham edəcəklər ki, daha çox o mülki şəxslər. Müharibənin qaydalarından biri budur. Məsəl üçün İranın elə rəsmi, bu hələ rəsmidir, gör qeyri-rəsmiləri də düşünürəm ki, hələ var. Məsələn, İran təxminən 78 nəfərin mülki və hərbi şəxsin öldürüldüyünü ən azından açıqladı.
Amma bu, yəni necə, məsələn, İsrailin Müdafiə Nazirliyi mülki obyekt deyil hər halda. Yəni düşünürəm ki, ona görə də indiki mərhələdə təbii ki, tərəflər bir-birini ittiham edəcək və tərəflər çalışacaq Amma ki, Səxavət bəy, özünü daha bu fikrinizlə razıyam, sözsüz bu yəni ideoloji müharibə, söz müharibəsi də gedir, bu aydındır. Amma İran hansı obyektləri hədəf götürmüşdü sizcə və onlara nə dərəcədə çata bildi? Bəziləri deyir ki, hətta bu raketin özü deyil, dəmir qübbənin müdafiə qalıqları da yerə düşür. Belə iddialar da səslənir. Və Türk mediasının yaydığı məlumata görə indiki situasiyada Türk mediası daha obyektiv görünür. Çünki İran öz tərəfini, öz elədiklərini də şişirdir. İsrail təbii ki, kiçiltməyə çalışacaq. Bu normal bir şeydir. Türkiyə mediasına verilən məlumata görə Tel Avivin Maliyyə Mərkəzi, İsrailin Müdafiə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Tel-Nov aviabazası, Hayfa rayonunda bir neçə nöqtə, Qəzza sahillərində qaz platforması hədəf kimi seçilib və vurulub İran tərəfindən. İsrail bunu təsdiqləməyib. Sizcə, hədəflər buydumu? Mən düşünmürəm təkcə hədəflər buydu. Mən düşünürəm ki, İranın əsas hədəflərindən biri İsrailin aviabazaları idi ki, çünki İsrailin İrana əsas zərbə indirəcəyi məsələ sırf aviabazalardır. Ümumiyyətlə, İsrailin hava üstünlüyü çox güclü, çox böyük olduğu üçün İran birinci çalışırdı ki, mütləq bu aviabazaları vursun. Amma görünən odur ki, İran bunda tam olaraq çatdıra bilməyib. Yəni, yalnız bir aviabazanın səhv eləmirəmsə, bir aviabazaya bir raket zərbəsi düşür. Orada da təbii ki, orada da yəni bir raketlə oradakı aviabazadakı bütün o təyyarələr, oradakı döyüş təyyarələri hamısı məhv olası deyil. Yəqin bir neçə təyyarəyə ya zərər dəyə bilər, ya da zərər dəyməyə bilər. Yəni budur. Düşünürəm təbii ki, Müdafiə Nazirliyi mütləq şəkildə hədəf götürülmüşdü və ən azından 2 raket zərbəsi Müdafiə Nazirliyinə vuruldu və orada dəmir qübbə, əslində məsələn informasiya var idi ki, əvvəlcədən xəbərdar edici siqnallar var idi. İsrailin xüsusi bunlar cihazlar idi ki, o iki cihazlar da yəni işdən vəziyyətdə olmayıb. Nədənsə nəsə problem yaranıb bununla bağlı və ən azından İqtisadiyyat Nazirliyi ilə bağlı bunun video görüntüləri var. Əslində elə İsrail tərəfi də, yəni İsrail mətbuatında da o video görüntülər çıxmışdı ki, yəni düzdür, yəni İran İsrailin niyə İqtisadiyyat Nazirliyini vursun? Yəni bu biraz mən düşünmürəm ki, onların strateji hədəfi olsun. Yəni, amma strateji hədəf olaraq əsas aviabazalar idi, Müdafiə Nazirliyi idi və İsrail, ümumiyyətlə İran dəfələrlə çalışıb ki, artıq bunlar arasında 3-cü toqquşmadır da, yəni bundan əvvəldəki dəfə toqquşma olmuşdu, 3-cü toqquşmadır. İran hər 3 toqquşmada çalışır ki, Mossadın qərargahını vura bilsin, amma buna nail ola bilmir. Hesab edirəm ki, İranın əsas məqsədlərindən biri də Səxavət bəy, indicə vacib bir xəbər gəldi. İsrail yenidən İrana hücum etdi və Tehranda partlayışlar baş verib. Bunu RIA agentliyi yayıbdı. Nə dərəcədə dəqiq tələ biz bilmirik. Amma siz bayaq bir məsələyə toxundunuz. Mən istəyirəm bunu mütləq üzərində işləyək. İran həqiqətən ərazi çox böyükdür. İsrail heç vaxt bu böyüklükdə ərazidə hərbi əməliyyatlar son illərdə ümumiyyətlə aparmayıbdı. Apardığı ərazilər yəni çox kiçik olduğu üçün ola bilsin ki, o miqyası nəzərə almayıbdı. Bu ola bilər, hərbidə belə situasiyalar ola bilər. Amma siz bir məqama toxundunuz ki, dənizdən gələcək təhlükəni nəzərə almayıblar. İsrail tərəfi özü deyir ki, biz bu əməliyyata uzun müddətdə hazırlaşırıq. Dənizdən gələ biləcək təhlükəyə hazır olmamaqları biraz inandırıcı məndə görünmür. Ola bilərmi kimsə vəd vermişdi ölkələrdən biri ki, dəniz təhlükəsini həyata keçirəcək, amma son anda vədini mümkün variantdır. Mümkün variantdır. Məsələn, sizə nə demək istəyirəm? Deməli, 2 gün əvvəl İsrail kanallarından biri belə maraqlı bir informasiya yaydı ki, İsrail Müdafiə Naziri və Baş qərargahı Baş nazir Netanyahuya konkret olaraq qarşısında şərt qoyublar ki, bu əməliyyat mütləq şəkildə Amerika ilə razılaşdırılmalı və Amerika ilə birgə həyata keçirilməlidir. Hətta tələblərdən biri o olub ki, əgər Amerika bu əməliyyatda iştirak eləməsə, mütləq şəkildə İsraillə İran təkə-tək qalarsa, İsrail üçün çox böyük problemlər yaranacaq. Yəni, İsrail tərəfi də artıq fərqində idi ki, yəni bu əməliyyata tək qoşula bilməz. Təbii ki, nə baş verdi? Hər şey qaydasında davam edin.
Təbii ki, burada hava zərbələrindən əlavə, təbii ki, gəmilərlə bağlı da və İranın ümumiyyətlə dəniz donanması ilə bağlı da hansısa bir addımlar atılmalı idi. Amma görünən odur ki, bəzi dövlətlər çəkingən davranırlar. Məsələn, Amerikanın özü də əslində bu birinci dalğada xatırlayırıqsa, birinci dalğada hətta Amerika tərəfi 3 şəxsin dili ilə bəyanat verdi ki, bizim bu əməliyyatdan xəbərimiz yoxdur. Bəli. Sanki əməliyyat uğurlu alınandan sonra Trump həvəsləndi. Trump çıxdı rəsmi olaraq bəyanat verdi ki, bizim bundan xəbərimiz var idi. İsraili biz silahlandırmışıq. Bundan sonra daha çox silah verəcəyik və İran adlı imperiyanı məhv edəcəyik. Yəni ən azından bu Trump'ın dilindən səsləndi. Demək ki, əslində Amerikanın da bu məsələdə rolu var idi və İran tərəfi də heç də yəni haqsız deyildi ki. O dənizlə bağlı bir məsələni dəqiqləşdirmək istəyirəm, çünki o mənim üçün də maraqlıdır. Dənizdə olan bazaların ola bilərmi? Britaniya hansısa mənada qarantı olmalı idi. Çünki bu günlərdə biz Britaniyanın heç bir səsini eşitmirik. Hətta biz bu proseslərdə yoxuq kimi mesajı da var. Biz bilirik ki, orada dəniz üstünlüyü həm də Britaniyanın əlindədir. Ola bilsinmi vəd verilmişdi və yaxud da prosesə qoşulmamaqla əslində İsraili tək buraxdı dənizdə. Bu belə bir versiya da var, amma bir məsələ də var və həqiqətən də fikir verdisə Netanyahunun telefon danışıqlarında və yaxud da ümumiyyətlə gedən diplomatik danışıqlarda biz Britaniyanın adını eşitmirdik. Halbuki həmişə aktiv eşidirdik. Nə baş verir? Ümumiyyətlə İranla Böyük Britaniya arasında zamanında tarix boyu bunlar arasında bir ciddi münasibətlər olub və Böyük Britaniya ümumiyyətlə əslində İranın tamamilə sıradan çıxarılması və məhv edilməsi ilə bağlı proseslərdə heç bir nədənsə iştirak etmək niyyətində deyil və təbii ki biz dünyada bilirik ki Böyük Britaniyanın ən böyük gücü su hakimiyyətidir, yəni dənizlərdəki hakimiyyətidir və bu çox maraqlı bir həqiqətən də bir proses oldu ki digər istiqamətlər hər şey nəzarətə götürüldü, amma sırf dəniz məsələsində problem yarandı. Hesab edirəm ki, bu ola bilsin ki, yəni bu əməliyyatda ola bilsin ki, Böyük Britaniya ya nələrsə razı sala bilməyiblər, ya da hansısa bir formada Böyük Britaniya bu məsələdən çəkilib. Amma burada bir məsələ var. İran təkdir onsuz da. Yəni İran konkret olaraq təklənib və tək döyüşür burada. Amma bir şey də nəzər almaq lazımdır ki, məsələn İranın göndərdiyi ballistik raketləri təkcə İsrail hava hücumuna müdafiə sistemləri vurmurdu. Bunu Amerikada vururdu. İordaniyada vururdu. İordaniya vururdu, Səudiyyə Ərəbistanı vururdu, hətta Səudiyyə Ərəbistanı Husiləri də blokladı. Yəni konkret olaraq İsraili 4-5 dövlət, yəni 4-5 dövlət ən azından qorumağa çalışır ki, yəni İrandan tək başına qorumağa çalışır. Yəni kənardan bəlkə də bilmirəm necə görsənə bilər, amma reallıq bir qədər bu məsələyə ədalətli yanaşanda əslində İranla İsrail təkə-tək, yəni istər lap havada olsun, istər quruda olsun. Yəni müharibə aparması hesab edir ki, heç də İsrail üçün yaxşı nəticələr verə bilməz. Və burada təbii ki, indi siz qeyd elədiniz, məsələn, mənim çox diqqətimi çəkən bir məqam nə oldu? Məsələn, Avropa ölkələrindən İtaliya olsun, Fransa olsun, Almaniya olsun, konkret olaraq bəyanatlar verirlər ki, İsrailin özünü müdafiə etmək hüququ var. Yəni İran İsrailə raket mi atırdı ki, İsrail İrana hücuma keçdi? Yəni bu necə özünü müdafiə etmək hüququdur? Ümumiyyətlə bu dünyada konkret olaraq ədalətsizlik və bu dünyada ümumiyyətlə beynəlxalq hüququn tamamilə sıfırlanması anlamına gəlir. Yəni bir müsəlman ölkəsi, misal üçün, hansısa bir addım atanda bunun adına terrorist deyirlər, amma hansısa başqa bir belə Avropa ölkələri olsun, Amerika olsun, İsrail olsun, hansısa bir addım atanda bu özünü müdafiə etmək hüququ deyilir. Yəni bir qədər bu doğru yanaşma deyil və hesab edirəm ki, bu dünyada hazırda baş verən bu kataklizmləri daha da dərinləşdirəcək. Səxavət bəy, burada bir nüans da var. Unutmayaq ki, nüvə təhdidi deyilən bir anlayış var idi və bu müddətdə də elə söhbətin də ondan getdiyi deyilirdi. Hətta bugün yenə təkrar edilən, bax bu xəbər də yayıldı ki, bu gecə sınaqdan keçirəcək öz nüvə silahını. Ümumiyyətlə, bu realdırmı? Bax, bu məlumatı, bu xəbəri necə dəyərləndirirsiniz? Əslində, İsrailin gətirdiyi argument budur və bu mənada Avropa bu mənaya görə dəstəklədiyini deyir.
Yəni yozun belədir. Təbii, amma burada bir məsələ var. Biri var, hansısa bir dövlətin əlində nüvə silahı olsun və onunla bağlı qərar versin. Məsələn, dünyada heç kimin proqnoz eləməyəcəyi, məsələn, dövlət başçısı Şimali Koreya lideridir. Əlində nüvə silahı var, amma hələ ki heç kimi atmayıb. Dünyada ən təhlükəli nüvə silahı olan ölkə Amerikadır. Niyə görə? Çünki bir dəfə ən azından bunu istifadə eləyib. Bəli. Yəni bu faktdır. Yerdə qalan digər məsələlərə İranın nüvə silahını əldə edib etməməsi məsələsinə gəldikdə isə bu təbii ki, əgər İran bu nüvə silahını əldə edəcəksə, bunu mütləq şəkildə sabah Türkiyə də istəyəcək və Səudiyyə Ərəbistanı istəyəcək və bir çox ölkələr istəyəcək. Artıq bu səslənir ki, regionda bir neçə ölkənin ola bilər, bu yaxınlarda olsun. Elə Səudiyyə Ərəbistanda bu siyahıda var. Amma indi bax bir də bu sualı verirəm, üzr istəyirəm Səxavət bəy. İran bu gecə nüvə silahını sınaqdan keçirəcək iddiası İran mediasına səslənibdir. Mümkündürmü bu gecə nüvə sınaqdan keçiriləcək? Mən açığı düşünmürəm İranın əlində nüvə silahı olsun. Əgər İranın əlində nüvə silahı olsaydı, danışıqlara bu qədər getməzdi və İran bu qədər çəkingən davranmazdı. Hesab edirəm ki, indiki mərhələdə təbii ki, İran tərəfi hansısa tərəfləri ən azından belə bu məsələdə bir qədər geri addım atmaq üçün addımlar atacaq və yaxud da ki, hansısa informasiya müharibəsi olsun, psixoloji müharibə olsun, bütün bunların hamısından istifadə edəcək. Amma hər halda əslində uzun zamandır ki, İranda nüvə silahının sınaqlarının keçirilməsi ilə bağlı iddialar ortaya atırlar. Hətta bildirirdilər ki, yerin hansısa dərinliklərində bunu sınaqdan keçiriblər və yaxud da ki, hansısa su hövzəsində bunu sınaqdan keçiriblər. Amma bununla bağlı real ortalıqda bir fakt yoxdur. Yəni bununla bağlı konkret olaraq bir əlimizin tuta biləcəyimiz bir mənbə olmadığına görə, yəni bununla bağlı real bir şey demək olmaz. Yəni nüvə silahının əldə edilməsi, onun sınaqdan keçirilməsi çox ağır bir prosesdir. Və ona görə də düşünürəm ki, əgər bu məsələdə məsələn Rusiya indi İranı müdafiə edir, amma İranın nüvə silahı olacağı təqdirdə Rusiya necə davranacaq? Yəni mən düşünmürəm ki, yəni Rusiya buna sevinəcək və yaxud da ki, hansısa bir addım atacaq. Yəni İran konkret olaraq burada İrana qoyulan tələblər də çox ağır idi. İrana bildirirdilər ki, uranın zənginləşdirilməsini dayandırmaq lazımdır və zənginləşdirdiyiniz uranı vermək lazım, geri vermək lazımdır. Yəni bu da əslində bir dövləti, yəni İran hər halda, yəni indi bəyənərik, bəyənmərik, yəni amma İran hər halda yəni kifayət qədər böyük dövlətdir və İranın əslində böyük, yəni potensialı var, amma sanksiyalar altında boğulur düşünürəm ki, ona görə də yəni İran kimi dövlət inanmırdım ki və düşünmürdüm ki, əslində bu yolu tutar və o zənginləşdirilmiş uranı kiməsə təhvil verər və düzün bilmək istəyirsinizsə əgər, məsələn, bu toqquşma baş verməmişdən bir neçə gün öncə də mən yazılar yazırdım və bildirirdim ki, yəni bir çox insanlar elə düşünürdülər ki və verilən mesajlar o idi ki, sanki İranla Amerika arasında bir razılığa gələcək, amma mənim şəxsi düşüncəm bu yöndə idi və qeyd edirdim ki, əslində prosesin bu danışıqlar mərhələsində bu formada getməsinin bir səbəbi var. İsrail və Amerika hazırlıq prosesinin içərisindədir və göründü ki, bu hazırlıq prosesi yekunlaşandan sonra İrana zərbələr endirdilər. Düşünürəm ki, bu zərbələr bir neçə gün davam edəcək, amma nə qədər yəni bu kontaktsız müharibə, yəni nə qədər uzun davam edə bilər, yəni bunu ən azından öncədən demək mümkün deyil. Yəni təbii ki, bu prosesə artıq hiss olunur ki, yəni BMT və BMT-nin bir çox ölkələri, ondan sonra məsələn Rusiya, burada Çin faktoru var ortalıqda və digər ölkələr var ki, bu prosesə artıq aktiv şəkildə qoşulmaq istəyirlər və prosesi dayandırmaq istəyirlər və Türkiyənin də bir təhlükəsizlik şurasının bir iclasının keçirilməsi ilə bağlı da informasiya yayıldı və Türkiyə də ciddi şəkildə narahatdır. Daha dəqiq desək, informasiya belə idi ki, Xarici İşlər Nazirliyində Müdafiə Nazirinin təhlükəsizlik məsələlərinə baxan məsul şəxsin iştirakı ilə, Xarici İşlər Nazirinin iştirakı ilə görüş keçirilib. Təbii ki, hələ Təhlükəsizlik Şurasının iclası deyil bu. Amma bir məsələ var və mənim üçün də bu maraqlıdır. Siz Netanyahunun Putinlə danışıq mətninə baxdınız. Tanış olmusunuzmu ondan? Bəli, bəli. Orada hərbi notları gördünüzmü və Rusiyanın hansı məqamda nəyə narahat olduğunu və Rusiyanın
Bəli, bəli. Rusiya ümumiyyətlə bu proseslərdən ciddi narahatdır və yeri gəlmişkən, məsələn, Rusiyanın çox maraqlı bir bəyanatı oldu proses. Yəni əslində dövlətlər İsrailin ilk hücumu vaxtı tamamilə fərqli mövqedə idi. Sonradan mövqelərini dəyişməyə başladılar. Məsələn, Rusiyanın birinci bəyanatı belə oldu ki, biz İranla strateji müttəfiqik, amma İrana hansısa bir silahların verilməsi ilə bağlı heç bir öhdəliyimiz yoxdur. Bəli. Amma sonrakı mərhələdə artıq bu hücumlar davam etdikcə və bir qədər, yəni əslində İranın da bu raket hücumlarının birinci, ikinci dalğadan sonra Rusiya sanki bir ürəkləndi deyim və yaxud da ki, Rusiya bir qədər artıq fərqli mövqeyə keçməyə başladı və təbii ki, günorta saatlarından başlayaraq artıq Netanyahu ilə Putin arasında görüşün, telefon danışığının olacağı iddia, yəni deyilirdi. Hətta bildirilirdi ki, yəni Putin gözlədir, sanki belə bir informasiya yayılır, Netanyahu-nu gözlədir. Amma hər halda və ən əsas məsələ, önəmli olan məsələ nədir? Proses başlayanda bütün dövlətlər sanki elə davranırdılar ki, onlar kar-kor oynayırdılar. Amma ən sonunda məlum oldu ki, əslində bu əməliyyat Amerika ilə də, İtaliya ilə də, Fransa ilə də, Almaniya ilə də razılaşdırılıb və bu əməliyyat həyata keçirilib. Ona görə də düşünürəm ki, Səxavət bəy, üzr istəyirəm, cavab əməliyyatı necə razılaşdırılıb sizcə? İranın cavab əməliyyatı mı? Düşünmürəm. O yalnız Rusiya ilə razılaşdıra bilər İran bunu və yaxud da ki, hansısa bir formada Çinlə razılaşdıra bilər. Çünki ötən dəfə cavab veriləndə Amerika ilə razılaşdırılmışdı. Təbii, amma bu dəfə Amerika artıq Amerikada rəsmi olaraq bəyanat bildirdi ki, o ballistik raketlərin bir çoxsunu elə əslində Amerikalılar vurublar. Ona görə də düşünürəm ki, artıq Amerika ilə əslində İran arasında əvvəllər müəyyən razılaşaraq hansısa, belə deyək də, danışıb dalaşırdılar. Amma indi sanki bir qədər fərqli davranmağa başlayıblar. Mən düşünürəm ki, burada ən təhlükəli məqam əgər İran İsraildən əlavə yönünü Amerikanın yaxın şərqdəki hərbi bazalarına çevrilərsə və o bazalar vurularsa, sözün əsl mənasında biz böyük bir müharibənin şahidi ola bilərik. Təəssüf. Səxavət bəy, çox sağ olun, minnətdaram sizə, yordum bu gecə vaxtı, amma məncə siz də heç istirahət eləmirsiniz, heç kim, hamı gərgindir, hamı xəbərləri izləyir, təşəkkür edirəm sizə. Bu dəqiqəyə bir neçə vacib xəbərimiz var. İran BMT-nin Təhlükəsizlik Şurasının iclasında İsrailin İrana qarşı hücumlarını dövlət terrorizmi adlandırıb və yenidən, bayaq söylədik, İsrail bu dəqiqələrdə müəyyən hədəfləri vurur və Təbrizdə hərbi bazanın dağıdılması haqqında bir xəbər məlumatı, bu artıq İsrailin rəsmi qurumları, İsrail ordusu məlumatı yayıb və eyni zamanda Sepah da bildiribdir ki, daha dəqiq isə Sepaha məxsus Telegram kanalları bildiriblər ki, hərbi hava hücumundan müdafiə sistemləri Tehranda bir neçə kamikadze dronlarını zərərsizləşdirib. Bu, bayaq söylədiyimiz məsələ idi ki, Tehran ətrafında partlayışlar səslənir. Amma məsələnin siyasi müstəviyə qayıdacağını dünən sıra gün hamı deyirdi və bu dəqiqələrdə də ümid var ki, siyasi müstəviyə qayıdacaq. Qayıtsa hansı şəkildə qayıdacaq? Mən istəyirəm bu suallara Turab bəy cavab versin. Əgər əlaqə yarada bilsək, çünki verəcəyim suallara o daha maraqlı yanaşmaları var, amma reallıq budur ki, dünya da çağırışlarını eləyir. BMT Təhlükəsizlik Şurasının çox güman ki, bugünkü iclasında da müəyyən qərarlar qəbul olunacaqdır. Trumpın verdiyi açıqlama ki, İran tərəfi danışıqlara getmək istəyir və yaxud da şərtləri qəbul eləmək istəyir, heç də biraz reallığı əks elətdirmədi. Biz əksini gördük. İran çox ciddi şəkildə ballistik raketlərlə İsraili vurdu. Rəqəmlər müxtəlif söylənilir. İran tərəfinin rəqəmləri hələ tam açıqlanmasa da, amma ekspertlər deyir ki, 300, İsrail tərəfi deyil 100 və yeri gəlmişkən İsrail tərəfi bütün vətəndaşlara bitənə qədər proses xüsusi müdafiə olunan yerlərdə, obyektlərdə, sığınacaqlarda olması tələbini qoyubdur və eyni zamanda İsrail tərəfinin verdiyi məlumata görə, baxın, burada mühüm bir məqam var və bunu da mütləq qeyd eləyək ki, rəqəmlərin oyunu gedir. İsrail deyir ki, 100 dənə atılıb, amma cəmisi 9-u gəlib düşüb. Hazırda bax, bu baş verənlər ABŞ-İsrail birgə əməliyyatının nəticəsi hesab eləmək olarmı? Bax, bu birgə əməliyyatdır. Çünki əslində bu hadisələr başlayanda dərhal İsrail
hücuma keçəndən sonra, raketlərlə İranı vurandan sonra Amerika Birləşmiş Ştatlarının müəmmalı şəkildə inkar eləməsinin özü də suallar yaratdı və indiki dəqiqələrdə də artıq bir çox mətləblər üzə çıxır. Turab bəy xəttədir, Zoomdadır. Turab bəy, axşamınız xeyir. Xoş gördük Elçin bəy. Vəziyyət sizcə necədir və nələri siz görürsünüz? Hazırda baş verənləri ABŞ, İsrail birgə əməliyyatı hesab eləmək olarmı və İran hədəfinə çatdı mı? Bilirsiniz, birgə əməliyyat hesab eləməsi də ən azından ABŞ-ın icazəsi ilə və ya ABŞ-ın koordinasiyası ilə olan əməliyyatı hesab eləyə bilərik. Çünki burada ilk öncə İsrailin tək başına bu əməliyyatı aparma imkanlarının özü bal altındadır. Yəni tək başına İsrail bu böyüklükdə kəşfiyyat əməliyyatı, izləmə əməliyyatı, İran daxilində PUA-ların hazırlanması, hücum edilməsi və s. aparıla bilərdi. İkinci böyük ehtimal bu əməliyyat üçün böyük kosmik üsullardan istifadə olunur, peykilərdən və s. istifadə olunur. Necə ki, Ukrayna hörümçək əməliyyatında da istifadə eləmiş, hər nə qədər özləri hazır olub desələr də. Və bunlar da ABŞ-a məxsusdur. Yəni, hətta Britaniya belə Ukrayna əməliyyatı üçün ABŞ-ın bu sistemdən istifadə eləmişdir. İkinci məsələ, qərb kəşfiyyatı, xüsusilə ABŞ, İsrail kəşfiyyatı iç-içədir. Yəni, onların birinin məlumatlı olan məsələdən digərinin olur. Hətta ABŞ İranı özlərini atmaq üçün bu hücumu həbbəda etməsi ilə bağlıdır. Bir neçə gün əvvəldə məlumatlar vardı. Dördüncü məsələ isə burada açıq şəkildə görünür ki, bir, Netanyahu deyir ki, biz bununla bağlı ABŞ-la məsləhətləşmişdik, amma mən Trumpa deyim ki, sürpriz effekt olmalıdır, amma yəni ABŞ-ın mövqe seçici özü bilər. Bu Netanyahu dediyidir. Trump deyir ki, bizə məlumat verildi, amma biz iştirak eləmədik. Eyni şəkildə Rubio deyir. O da deyir ki, bəs ABŞ iştirak eləmir, ABŞ-ın obyektlərini vurmayın demək bu əslində. Və açığı da elə açıq şəkildə dedi. Dedi ki, bu demək ki, bizim deyək ki, neft mədənlərinə yaxşı şəkildə, neft mağaralarına, hərbi bazalarımıza İsrail hücum eləməyin. Amma dolayı yolla İsrailin bu hücumunu da dəstəklədilər. Məsələn, Trumpda biz görürük ki, açıq şəkildə sahib çıxdı. Yəni dedi ki, İran masaya qayıtmalıdır, danışıqlara qayıtmalıdır, buna cavab verməməlidir, İsraili biz qoruyacağıq. İran artıq başa düşməli ki, nüvə danışıqlarına davam etdirmək lazımdır, real nəticə olmalıdır, İran nüvə dövləti olmayacaq. Eyni zamanda bu insanlar ölüblər, hətta biraz da piçmasın, hətta bununla yüngül əyləndi kimi gəldi. Çünki belə bir açıqlama verir ki, bizimlə danışıqlar aparan şəxsdən çoxu ölübdür, indi onların yeniləri gələcək və bunlar oturub masaya danışıqlar aparmalılar. Görürük ki, İran belə sakit şəkildə, bundan əvvəllər olduğu kimi sırf ABŞ münasibətlər pozulmamış. Bundan əvvəl də istər İsmail Xaniyənin öldürməsində, istər Həsən Nasrallahın öldürməsində, istər İran daxilə hücumlarda sırf ABŞ-la bu yaxınlaşma prosesi pozulmasın deyə İran bu məsələdə belə deyək, daha neytral bir mövqe ortaya qoymağa çalışdı. İsrail vəziyyəti gərginləşdirməyə çalışdı. Hətta Pezeşkan deyilənə görə inandırmışdı ali dini lider ki, Xameneyi ki, bəs biz hücum eləməyək, ABŞ-la bizim mövqelərimiz ortalaşa bilər deyə ortada bir danışıqlar var. Bəli. Amma bundan başqa Trumpın bu açıqlamaları da qəribədir. Məsələn, Trump bundan əvvəl əməliyyatdan əvvəl açıqlama vermişdi. Demişdi ki, İran bizi aldatdı. Yəni təxmin etməni, qısa şərh edirəm dediklərini. Bəs əslində o konstruktiv mövqe tutmurlar, danışıqlar üçün edirlər, real nəticə ortaya qoymurlar, bizdən müəyyən şeylər əldə edirlər, əvvəldən heç nə vermirlər. Amma İran konstruktiv mövqe tutub bizimlə sövdələşməyə getsə də onun atom silahı olmayacaq, atom bombası olmayacaq. Hətta dedik qaytarıb bizimlə razılaşma getməsə də olmayacaq. Demək çıxış yolu qoymadı. Bəli, sual ortaya çıxır ki, əgər Trump deyirdi ki, bizimlə razılaşmaya getsə, aydın məsələdir. İran deyəcək ki, bank hesabları açılsın, sanksiyalar götürülsün, iqtisadi əməliyyatlar bərpa olsun, nefti rahatlatsınlar. Bunun əvəzinə nüvə silahı istehsal etməsin. Bunu bildik. Yaxşı, İran razılaşmasa necə qarşını alacaqdı bunu? Bax, sual budur. Trump deyirdi axı ki, İran bizimlə anlaşmasa nüvə silahı əldə edə bilməyəcək. Bəli. Şunun qarşısını necə alacaq? Demək ki, elə onun qarşısında bu şəkildə, yəni özü birbaşa iştirak eləməməli İsrailin əli ilə alacaqdı. Və yaxud Trump dəfələrlə bildirib ki, İran nüvə silahına ehtiyacı yoxdur, 5 illik təbii qaz ehtiyatları var, neft var. Bəli. Yəni dəfələrlə bildirib ki, icazə verməyəcəklər. İndi deyir ki, icazə verməyəcəyik. Yəni deyir ki, İran qədim ölkədir, gözəl ölkədir, nədir? Amma biz icazə verməyəcəyik. Necə verməyəcək? Axı ABŞ müdaxilə eləmir. İran da bunu zənginləşdirir. Netanyahu dediyinə görə artıq 60%-dən çox İran əsas nüvə arsenalının böyük hissəsini 60%-dən çox zənginləşdirir. Dediyinə görə belədir. Bu bir. İkinci tərəfdən artıq deyir 2022-ci ildə 60% hazır idi nüvə silahı, indi 100% hazırdır.
Hətta artıq nüvə silahını hazırlamaya çalışıb o Nəsrullahın və İsmail Haniyenin qətlindən sonra və eyni zamanda hətta ballistik raketlərini inkişaf etdirib İsrailə vurmaq üçün bütün bunları deyir. Yaxşı, bunun qarşısını necə alacaq ABŞ? Yəni sonra ortaya çıxır. Yəni Tramp özdəki danışıqlar konstruktiv getmir. Amma biz sənin halda icazə verməyəcəyik. Yaxşı, necə verməyəcəksin icazə? Buna demək istəyir ki, burada əslində Tramp həm də ola bilsin ki, daha ağıllı bir strategiya seçib. Bir tərəfdən ki, İrana açıq hücum eləsə, İran o zaman bütün yaxın şərqdəki ABŞ bazalarını, ABŞ aviadaşıyıcılarını, ABŞ tankerlərini, ABŞ neft deyək ki, maraqlarını zərbə altına alacaq. Və hətta indi belə qorxurlar bundan. Çünki İran İsraili vurduğu bu dəqiqələrdə mən sizə deyim ki, bütün Qətər qırıcıları havadadır. Bəli. Bu dəqiqə yerdə deyim bir dənəsi. Nəyə görə? Çünki qorxurlar hücum olsa havada zərsizləşdirsinlər. Ulduayda bazası var orada. Bütün Birləşmiş Ərəb Əmirlikləri qırıcılar havadadır. Bütün İordaniya qırıcılar havadadır. Yəni belə baxanda Birləşmiş Ərəb Əmirlikləri İsrailə gedən istiqamətdə deyil. Yəni İordaniya başa düşmək olar ki, İrandan gələn dronları tutacaqlar. Amma deyək ki, Birləşmiş Ərəb Əmirlikləri niyə? Çünki qorxurlar ki, bu hücum ola bilər. Və ABŞ bunun qarşısını almaq üçün belə bir variant işlətdi. İndi deyək ki, hə, mən hücum eləməmişəm, mən burada yoxam. İsrail hücum eləyib. Yəni, görünlər bu İsrail həll eləməsinə. Yəni, faktiki olaraq özünün belə bu maraqlarını hətta indi belə çəkinirsə, açıq şəkildə ABŞ bunu daxildə dolu bilinsəydi, o zaman İran bu hücumları böyük ehtimal eləyəcəkdi. Hətta özümüz bağlayacaqdı. Və ABŞ isə indiki halda belə görünür yerüstü əməliyyatlara, geniş əməliyyatlara, geniş əməliyyat hazır deyil. Ona görə də, belə deyim, bu nüvə silahını gerilətmək, İranın nüvə proqramını məhv eləmək yolunu İsrailin əli ilə preventiv zərbələrdə deyə bilərik. Turab bəy, bir neçə sualım yarandı. Kifayət qədər maraqlı yanaşmanız var, amma suallardan biri budur ki, bu ilin əvvəlində Rusiya ilə İran arasında saziş imzalandı. Və bu sazişin şərtləri ilə ümumi ab-havada göstərirdi ki, bu tandem alınmalıydı. Amma alınmadı. Doğrudurmu? Nə mane oldu Rusiya-İran tandeminin alınmasına? Tam olaraq deməzdim. Bilirsiniz, mən xatırlayırsa bunu sizin verilişdə də bir dəfə danışmışdım bu məsələ ilə bağlı. Bəlkə də 6 ay bir il keçib. Mən onda da İranın nüvə silahı ola bilərmi? Belə bir sual idi. Mən dedim ki, İranın nüvə silahı var. Daha doğrusu İranın, bilmirəm, İranda dəqiq nüvə silahı var. Amma İranın deyil. İndi bu Rusiyanın qoyduğu deyək ki, nüvə bombalarıdırmı, Rusiyanın apardığı nüvə başlıqlarıdırmı və ya nüvə başlığı taxılmış və taxılmış ballistik raketlərdirmi? İranda bu var və bunu İsrail bilir. İsrail narahat edən budur və siz Netanyahu'nun son açıqlamasına fikir verirsə, çox açıq şəkildə deyir. Biz gözləyə bilməzdik. Mən aşağı dedim ki, əsas məsələ sürprizdir, biz gözləyə bilməzdik. Bizə yönəlmişdik, orada raketlər vardı. Və bizə yönəlmiş artıq nüvə silahı tətbiq oluna bilərdi. Artıq da bizim ərazimizdə də İsrailin özünü yer üzrə silmək planları var. Hətta belə deyək ki, İsrailə qarşı 7 oktyabrda olduğu kimi hərbi cəbhələrdən hücum, İsrailin sıxışdırılması, çoxlu dronlarla hücum və hətta nüvə silahından istifadə ola bilərdi. Yəni Netanyahu son çıxışı aşağı-yuxarı sanki İsrailə hücum olacaqdı, onun qarşısını almışlar kimi göstərir. Yaxşı, İran nə ilə hücum edəcəkdi? Orada iki açar moment var. Hansılardır bunlar? Bir, Netanyahu deyir ki, İran bu sonuncu əməliyyatlardan sonra və deyək ki, Husilərin, Hizbullaha, Həmasa və s. əməliyyatlardan sonra nüvə texnologiyasını sürətli şəkildə yekunlaşdırmaya çalışdı. Yəni, nüvə silahını yaratdı ki, hazır olsun. İki, raket sistemini, ballistik raket sistemini çox inkişaf elətdirdi. Bizə təhlükəli şəkildə inkişaf elətdirdi. Aydın məsələ ki, İran oturub son 3 ayda, 5 ayda kəşf eləmədi. Rusiyanın hazır raket sisteminin sxemlərini aldılar. Ballistik raketləri. Rusiya verdi və yaxud da ötürdü və ya hazır raket verdi və ya necəsə. Çünki bilirsiniz ki, İran sənayesi hazırda Rusiya üçün çalışır. Yəni Rusiyanın bütün Ukraynadakı dronlar, raketlər, mərmilər arası İranda istehsal olunur. Bir, böyük ehtimal raketlər və nüvə texnolojisi böyük ehtimal Rusiyadan ötürülür. Faktiki olaraq gördülər ki, Haniyənin və Nəsrallahın ölümündən sonra İrana doğru gələ bilər zərbə. Bu qarşılanmaq üçün İran nə olursa olsun, nəyin bahasına olursa olsun nüvə dövləti olmalıydı və eyni zamanda nüvəni qoyacaq raketi də olmalıydı ki, İsraili və ABŞ-ın bölgədəki maraqlarını təhdid elə bilsin. Və bugün də İran açıq şəkildə deyir ki, biz nüvə proqramını davam etdirəcəyik, güclü şəkildə davam etdirəcəyik. Pezişkiyan da dedi ki, biz bunu... Burada bir Rusiya-İran pandemi var. Bəli, Rusiya özünü neytral göstərməyə çalışır. Necə ki, ABŞ Rusiya tək tərəfi yığıb ki, vasitəsilə barış olsun. Çünki Rusiya İranın iki zamanda vurulması tərif eləmir. Amma mən daha belə demişəm, yenə də deyirəm. Əgər dünyada bir nüvə silahı olacaqsa, nüvə müharibəsi olacaqsa, ya İran İsrailə vuracaq və ya Rusiya hansısa bir məqamda Yunanistanı vuracaq və ya Cənubu deyək ki, birbaşa Avropa mərkəzi vurmağa risk eləyən və ya Ukraynanı.
bu şekilde olacak, yani periferiyadan olacak. Yani veya İran İsrail'e vurduğunda Rusya bunu öz üzerine tutacak. Yaxud da ki preventiv olarak mecbur İsrail İran'a vuracak veya ki Yunanistan ərazisindən Rusya ərazisi olacak. Yani böyle ehtimal biz proksiler üzerinden bir nüvə müharibəsi görəcəyik. Əlbəttə ki, Şimali Koreya və ABŞ arasında da belə bir gərginlik ola bilər. Ancaq yenə də mən nüvə müharibəsinin başlanması ehtimal olacaqsa bunun məhz İranla İsrail arasında olacağını düşünüyorum və hətta tamamen mümkündür ki burada İran da belə bir zərbə endirə bilsin. Bu gecə ola bilərmi? Çünki İran mətbuatı yazdı ki, bu gecə sınaqdan keçirəcəyik. İndiki halda mən İranın nüvə silahını və hansı ciddi silah yaratacağını düşünmürəm. Böyük ehtimal necəsə cavab verməyə çalışacaqlar. Bir neçə raketlər və s. hansı şəkildə deyək ki, İsraildə Tel-Əvivdə bombardıman edərək, yəni hansı şəkildə bir intiqam alaraq və görürük ki, bu məsələ uzanacaq. Ən azından bir neçə gün davam edəcəyini dedi Netanyahu hökuməti. 14 gün dedi. 14 gün dedi. İran və s. Ancaq düşünürəm ki, potensial ona doğru gedə bilər. Çünki artıq İranın ordu rəhbərliyi öldürülüb, ölkə rəhbərliyi öldürülüb, nüvə alimləri öldürülüb. Yəni bundan növbəti addım ali rəhbərdir və Mollalar kollegiyasıdır. Yəni artıq ona qədər gözləsi deyil İran, böyük ehtimal. Turab bəy, bir sual. Bir sual. Netanyahu ilə Putinin danışıqları oldu, telefon danışığı oldu. Orada siz hansı tonu hiss elədiniz və bu dəqiqə BMT Təhlükəsizlik Şurasının iclasında da Rusiya tərəfi də çıxış edib, İran tərəfi də çıxış edibdir. Orada hansı tonları, hansı avazı eşitdiniz və sual çox konkretdir. Rusiya buradan fayda və yaxud ümumiyyətlə nəsə götürəcəkmi bu prosesdən? Rusiya lazım idimi bu gərginlik? Bu gərginlik Rusiyanın başladığını düşünmürəm. Yəni Rusiyanın buna təsir imkanları da yoxdur. Amma faydalanması istifadə etməyə çalışır. Çünki Rusiya üçün bir tərəfdən maraqlıdır ki, Rusiya bu gərginliyi istifadə edib Ukrayna məsələsində ikinci plana sala bilər və Ukrayna istədiyini edə bilər. Bir, budur. İkinci məsələ isə amma Rusiya İranın da məhvinə icazə verməz. Çünki İran Rusiyanın müdafiəsində sonuncu qalalardandır. Yəni Rusiyanın bir neçə belə müttəfiq qalıb. Çin qalıb, İran qalıb və s. qalıb və onlardan həm istifadə edib. Dediyim ki, bu dəqiqə Rusiyanın bütün mərmiləri və s. və PUA-ları İranda istehsal olunur. Yəni İranın məhv edilməsi Rusiyanın Ukraynada silahsız qalması deməkdir. Turab bəy, bu dəqiqələrdə bir məlumat gəldi ki, Trump və Netanyahu arasında telefon danışığı olub. Onlar İsrail-İran münaqişəsini müzakirə ediblər. Çox gec olmadı mı Trumpla müzakirə sizcə? Hatta düşünürəm ki, öncədən də bu xəbərdarlıq edilmişdi. Öncədən də bu məlumatlar vardı. Bilirsiniz, faktik olaraq burada biz gərgin ikiyüzlülüyünü görürük. Məsələn, bir tərəfdən Fransa deyir ki, biz hücumun əleyhinə İsrail bunu səhv edib. Amma başqa bir nümayəndəsi deyir ki, məsələn, biz İsraili başa düşürük, İranın nüvə silahı olmamalıdır. Ancaq başqa bir nümayəndəsi deyir ki, məsələn, baxmayaq ki, İsrail burada Fransanın müttəfiq saymadığını bildirdi. Məsələn, dedilər ki, biz İsraili Fransaya yaxın müttəfiq saymadığımız üçün xəbər verməmişdik. Əslində bu həm də etirafdır. Yəni demək ki, İsrail bunu ABŞ və Böyük Britaniyanın və minimum ABŞ xəbər edib. Yəni deyirsə ki, biz indi Fransaya o qədər yaxın müttəfiq saymadığımız üçün xəbər eləmədik. Demək, yaxın müttəfiq saydıqlarını xəbər eləyiblər. Yəni burada Trump xəbər olmaya bilməz. Başqa bir məqam isə burada məsələn Fransa yenə də bəyanat verir ki, biz İrana hücum eləməyəcəyik, amma İsrailin müdafiə ehtiyacı olsa kömək eləyəcəyik. Yəni görürük ki, burada da ikili oynayırlar. Və eyni bəyanatı biz İngiltərədən görürük. Yəni biz hələ istifadə eləməmişik, amma istifadə edə bilərik. Halbuki Kiprədəki hərbi bazadan Britan təyyarələrinin bu ovuna çıxması ilə bağlı məlumatlar var. Eyni məsələdə Yordaniya. Hava sərhədi bağlarında elan edir, amma İsrailli qırıcılar üçün açıq tutdum. Səudiyyə Ərəbistanı. Yəni faktiki olaraq bir koalisiya var İrana qarşı. Demək İran təklənib. Demək olar bu sözü. Belə bir koalisiya var. Və açıq deyək ki, İsrailin müdafiəsi bu ölkələrin qırmızı xəttidir. İsrailin müdafiə məsələsində təklənib və burada aydın məsələdir ki, Rusiya bir tərəfdən bu müharibədə vasitəçi olub bunu bitirmək istəyirsə ki, eskalasiya olmasın. Digər tərəfdən Ukrayna müharibəsində bundan istifadə etmək cəhdləri varsa, üçüncü tərəfdən də Rusiya bilir ki, bütün bu blok qarşısında təklənən İran uzun müddət dözülməz və ona görə də İranı Rusiya burada gərək ki, maksimum müdafiə eləsin. Çünki İranın çöküşü növbəti mərhələdə artıq Rusiyanın çöküşüdür. Çünki Rusiyanın artıq qurban verəcək ölkə sayda qalmıyor. Yəni deyənə qədər İranı qurban verdi, Liviyanı qurban verdi, Suriyanı qurban verdi. Artıq Livanı Həması qurban verdi. Artıq qurban verəcək qüvvəsi yoxdur. Yəni İrandan sonra yeri yoxdur daha doğrusu.
Daha doğrusu artıq Bəli. yer yox, güzəştə gedə biləcək yeri qalmayıb Rusiyanın. Bəli, artıq qurban verəcək ərazisi qalmır Rusiyanın. Yəni Rusiya etibarsız müttəfiqdir. Bütün müttəfiqlərin yenə kimi yay yolda qoyub, belə Qəddafi, Səddamı və Əsədi onu bunu. Ancaq istənilən halda artıq qurban verəcək. Rusiya özü də başa düşür ki, bundan sonraki Rusiyanın özünə birbaşa təhdiddir. Yəni Ukraynadan İranın düşməsi, İranın qərbə təslim olması, Ukraynanın qərbin əlində olmasından belə daha böyük təhdid. Mən Turab bəy bir məsələni soruşum. Netanyahunun bir müraciəti oldu İran xalqına və səsləndi ki, indiki rəhbərliyə, indiki iqtidara qarşı çıxın. Hətta yəni açıqlaması belədir. Bizim mübarizəmiz isə zülm edən və yoxsullaşdıran İran hökumətinə qarşıdır. Yəni İran xalqına qarşı deyil. İran xalqı igiddir. İşığın zülmətə qalib gələcəyinə inanırıq. İsrail xalqı kimi mən də sizinləyəm. Çağırış var. Nəyə arxayındır? Netanyahu nəsə bilirmi? Ölkə daxilində hansı proseslər var? Bu kimlərə mesajdır? Bilmirəm hansısa kimə məxsus Telegram kanalı idi, amma belə bir xəbər də tirajlandı ki, artıq İranda olan Kürdistan qruplaşması, yəni siyasiləşmiş Kürdlər müəyyən qədər indiki İran hakimiyyətinə qarşı çıxaraq son qoymağa və s. kimi çağırışlar edir. Bilmirəm nə dərəcədə bu təsdiqlənmiş xəbərdir. Amma bütün hallarda Netanyahunun mətnində müraciət var konkret. Nəyə nəzərdə tutub? Və burada hərbi əməliyyatın adında da şir məsələsinin olması bu ola bilərmi? Rejimin dəyişməsi, bilirik ki, Pəhləvilərin də gerbində şir var idi. Yəni günəş və şir. Bu ona işarədir. Bu ona işarədir. Ola bilərmi? Bilirsiniz, burada mən iki halda Netanyahunun çağırışının nəsə dəyişəcəyini düşünmürəm. Bəli, o deyək ki, əhali simpati toplaya bilər. İranda iqtisadi yoxsulluqdan, sanksiyada bezən bir kütlə var. Qayda qanundan keçən bezən gənc bir kütlə var. Və bütün bunlar öz-özlüyündə belə bir görüntü yarada bilər. Amma mən iki halda Netanyahunun çağırışı ilə minlərlə, 10 minlərlə insanın silahlı və ya silahsız hakimiyyətə qarşı mübarizə aparacağını düşünmürəm. Yəni belə bir şey onsuz da reallıqda mümkün görünmür. Yəni İran yox və ya daha zəif ölkələrdə belə, Suriya və ya İraq kimi ölkələrdə belə bir hala rastlanmalı. Onda Netanyahu niyə deyir bunları? Netanyahu izah eləməyə çalışır ki, İran əhalisi simpatiya yaradır və çalışır ki, bizim sizinlə düşmənçiliyimiz yoxdur. Göstərməsi ki, bizim problemimiz molla rejimi ilə, əhali ilə deyil. İstənilən halda edilməsi bu da bir simpatiya qazanmağa çalışır. Ayrıca mesela diğer tərəfdən burada bilirsiniz bu keçmiş o özü şah elan eləmiş o Mehter və onun sülaləsi qalıqları hazırda ABŞ-da yaşayır. Onlar da bir yaranmış fürsətdən necə istifadə etməyə çalışırlar. Məsələn, bu Rıza Pəhləvi hansı şəkildə çıxış eləmiş, bəs etiraz eləməyin və ya rejimə qulluğa İsrailə qarşı çıxış eləməyin. Belə bir çıxışları vardı. Bu yaxınlarda da o nəvəsini başqa bir Yahudi ilə evləndirdi. Rızanın oğlu Yahudi bir biznesmen qız aldı. Yəni oradan da İsraillə əlaqələri gücləndirib o məşhur Fərəx xanım. Və bunun üzərində gördüyümüz odur ki, faktiki olaraq İsraillə bağlar qurub, oradan İsrailə qarşı çıxmayan belə bir siyasi deyək ki, qazanc güdürlər. Amma istənilən halda artıq bunlar tarixin zibilliyinə ayıqını atmış adamlar deyən nə o Fərəddən, nə onun oğlundan, gəlindən və s. bir şey olası deyil. Və əlbəttə ki, bəli. O aydındır. Amma bir sual. Yüksələn şir niyə o ad seçilib sizcə? Yəni, bu da ola bilər İranın daxilinə hesablamış hansısa mesajdır. Orada çox fərqli ola bilər. Əslində orada çox fərqli adlar deyil. Gah yüksələn şir, gah şahə qalxan şir və ya fərqli adlar var. Bu şir ən azı 3-4 fərqli tərcümə rast gəldi. Orada məsələ nədir? Məsələ odur ki, bəli, bu Şir Xurşid İranda gəldiyindən bəri dövləşən əsas. Bizim səfərlərin bayrağında da vardı. Şir və deyək ki, günəş rəmzi. Bəli, Səlcuqlarda da bəzi yerlərdə istifadə olunur. Bəli, vardı, bəli. Burada maraqlı məqam nədən ibarətdir? Yəni, bunlar nümayiş etdirmək istəyir ki, İran özünü şirlə simvolizə edir. Yəni, biz əslində bəlkə də şirə kömək edirik, belə bir anlam vermək istəyir və ya yəni, İran xalqı şirdir, amma indiki rəhbərlik imkan vermir bu şirə. Bir tərəfdən o ola bilər. Başqa bir tərəfdən İsrail ümumiyyətlə bununla əlaqəsi də olmaya bilər. İsrail rəhbərliyi öz dövlətlərini də şir kimi təmsil edə bilərlər. Yəni, bununla bağlı bu cür izahları da var. Amma sizə maraqlı bir fakt deyim ki, əslində İsrailin və Yahudi lobbisinin İranla konkret farslarla heç vaxt problem olmuyor. Heç vaxt olmuyor. Şəkildə deyirlər,
biz onlara kömək eləmək istəyirik və s. Ancaq bu molla rejimi bizə düşməndir. Bəli. Hazırda məsələn Amerikada çox yaxşı vəzifələrə, çox qabaq vəzifələrə farslar çəkilir. Bir şey Amerikada yahudi lobbisi bütün demək əsas açar Ağ-Evdə söz sahibi olan lobbilərdən biridir. Bəli, bəli. Ben size konkret deyim, yaxınlarda bu Fərə xanımın o nəvəsini aparıb deyək ki, varlı bir yahudi qızı alması elə onu göstərir. Yəni bunlar Farsa nifrət eləsələr və yaxud da ki, İranla bağlı problemlər olsa, yəni deyək ki, belə yaxınlıq əlaqələri qurmazlar. Burada məsələ nədir? Hətta mən sizə tarixi bir fakt deyim. Yahudi xalqının zülmdən azad edilməsi İran tarixi ilə bağlıdır. İkinci Kir məhz Babili işğal edərək həmin dövrdə Babildə 70 ildən çox sürgündə olan Yahudiləri yenidən qaytarıb indiki Fələstin ərazisinə və orada ikinci məbədi məhz ikinci Kir tikib. Yəni bunun üçün də əslində ikinci Kir və İran tarixi Yahudilər üçün çox böyük, onun bir şəxsiyyət və onu şükranlanırlar. Ona görə də ola bilsin burada da bir göndərmə ola bilər İran tarixinə. Turab müəllim, bir məsələ var. Bir xəbər gəldi ki, xarici Kiyev bunu yayıbdı. İran Hörmüz boğazını gəmilər üçün tam bağlayıb. Bu hansı fəsadları verə bilər və bu nə qədər davam edə bilər? Neft qiymətləri qalxacaq, dəhşət qalxacaq. Artıq yəni neft qiymətləri bugün qalxmalı xəbərini eşitdik, 74-75 dollarına qalxdı. Amma Hörmüz körfəzi bağlanmamışdı. Bağlansa təkcə neft qiymətləri yoxsa... Ya, müharibə də başlayır. Bilirsiniz, indiyənə qədər dəfələrlə deyilib ki, İran deyib ki, əgər ABŞ hücum eləsək, boğazı bağlayacaq. ABŞ deyib ki, əgər İran boğazı bağlayacaq, müharibə səbəbidir. Yəni, hər birinin bir qarşı şəkildə belə təhdid ediblər. İndi amma görünür ki, artıq İran bunu özünə müharibə sayır və boğazı bağlayır. Amma təsəvvür edin ki, sadəcə bu gərginlik belə neftin qiymətinin xeyli artması səbəb olmuşdur. Və bu gərginlik yenə davam edir. Təkcə bir burjuaziya dövlətləri, dediyim kimi, bayaq nə Birləşmiş Ərəb Əmirlikləri, nə Səudiyyə Ərəbistanı, nə Qətər qorxularından təyyarələrini yerə endirmirlər ki, onlar zərbəyə hədəf ola bilərlər. Havada tur atır o təyyarələri ki, bəs gələn raketlər birdən gəlsə onları vursunlar. Belə bir məqamda əsas neft ixrac edən ölkələrdə bunlardır. Aydın məsələ ki, neftin qiyməti və o gərginlikdən hansı hala gələcək. Bir də bunun üzərine Hörmüz boğazı bağlanması faktiki olaraq Səudiyyənin, Qətərin, Birləşmiş Ərəb Əmirliklərinin, Bəhreynin və Küveytin, İraqın neft ixracının qarşısını alır. Elə eyni zamanda İranın özünün də. Yəni, bu da faktiki olaraq dünyada neft ixracının ən azı 40-60%-nin kəsilməsi deməkdir. Yəni, bu çox təhlükəli bir rəqəmdir və çox bir problem yarada bilər. Təsəvvür edin ki, sonuncu dəfə belə bir vəziyyət Səudiyyə Ərəbistanının başlığı boykot Fələstinə görə olmuşdur. Yəni, İsrail məsələsindən bəri. 70-ci illərdə. Və kralın qətli ilə yekunlaşdı. Yəni, onu qarşılığı almaq üçün göstərdi ki, biz hər bir addımı ata bilərik. Yəni, Səudiyyə kralının öz qardaşı olub qətlə yetirdi. İndiki halda da Hörmüz boğazı, dediyim ki, ABŞ üçün müharibə səbəbidir və artıq istəsə də, istəməsə də ABŞ buna müdaxilə olmaq. Əlbəttə, başlanıcı bir gözləmək deyək ki, taktika seçiciləri, ən azından İsrail ABŞ-ın İran nəyəsə məcbur eləsin, İran məğlub vəziyyətdə olsun, çətin vəziyyətdə olsun, ABŞ-ı müraciət eləsin və hansısa bir halda deyək ki, ortaq məxrəcə gəlsinlər və İran bir neçə gün sonra onu açsın və s. Amma davamlı Hörmüzün bağlı qalması, dediyim kimi, ABŞ-la İran arasında müharibə səbəbidir. Yəni, bu istənilən halda artıq ABŞ-İsrail, ABŞ-İran müharibəsi olacaq. Turab müəllim, İran-İsraildə. Bir sualım da var. Sizi yoruram, bilirəm axşam-axşam, amma suallar çoxdur ona görə. Burada bir məqam oldu. Netanyahunun müraciətində, hələ səhər saatlarında da, günorta saatlarında müraciətində belə bir ifadə var idi ki, İran icazə versin biz nüvə bazalarını sıradan çıxaraq, əks halda buna icazə verməsə biz neft bazalarını vuracaq. Əgər bu baş verərsə, neft bazaları vurarsa, demək İran da müttəfiq ölkələrin ya hərbi bazalarını, yəni Amerikanın orada yerləşən hərbi bazalarını, ya da bu olmasa neft bazalarını vura bilər. Yəni İsrailə bugün dəstək olan və yaxud Amerikaya müttəfiq hesab olunan ölkələrin. Belə bir senari mümkündürmü? Əlbəttə ki, mümkündür. Yəni artıq bu ölkələri qorxurlar. Birincisi, İran bu dəfələr elan edib ki, onun neft sənayesinə hücum olsa, o ABŞ-ın bölgədəki maraqlarını vuracaq, eyni zamanda İsraili vuracaq. Yəni İsraili vurmaq daha uzaq, daha xərcli və daha çətin olduğu üçün gördüyümüz qədər, aydın məsələ ki, bölgədəki maraqlarını vuracaq. Bu bir. İkinci məsələ,
Burada artıq biz bunu bölgədəki ölkələrin ritorikasında görürük. Məsələn, görürük ki, Səudiyyə Ərəbistanı, Ərəb Əmirliyi, Qətər, Oman və s. bunlar çox pis qorxuya düşüblər. Açıq şəkildə etiraf edilir. Təsəvvür edin ki, Səudiyyə Ərəbistanı ömür boyu İran əleyhinə fəaliyyət göstərib, İran əleyhinə çıxışlar edib, hətta İrana qarşı müharibə üçün milyarlar xərcləyib, İsraillə, ABŞ-la müttəfiqlik edib. Səudiyyə Ərəbistan Xarici Nazirliyi, İran Xarici Nazirliyi yığıb və bu, deyək ki, hücumu, bu, deyək ki, vicdansız hücumu, bu qeyri-insani hücumu pisləyib. Hətta qınayan sözlərdən istifadə edib. Bunu göstərir ki, Səudiyyə Ərəbistanı İranın eskalasiya getməsindən qorxur. Özünə görə qorxur. Təqələri havadadır. Bəli, bölgə ölkələri qorxurlar və əlbəttə ki, İran divara qısılan o sıçan məcbur olub, şoğul, o cırmaqlı hücum edən kimi. Burada da görünən odur ki, İran məcbur olub bu bazaları vuracaq və bu bazaları vurması dünyada çox böyük enerji krizi yaradacaq. Çünki dünyanın 60% ixracı bu bölgədən gedir və onların qısa müddətli bərpa edilməsi mümkün olmayacaq. İran tamamilə bütün bölgənin enerji resurslarını sıradan çıxarır. Ona görə də düşünürəm ki, İsrail enerji mənbələrini vurmaq üçün icazə ala bilməyəcək. Amma nüvə obyektlərini sıradan çıxarmağa çalışa bilər, amma bu qarşılığında İran necə verəcək görəcək. Hələ ki, İran cavab verir, gözlənilən daha sərt cavab verir. İsraildə sivil itkilər var. Artıq İsrail tərəfi hətta artıq qırmızı çizgidən danışmağa çalışır. Bəs qırmızı çizgimiz İran keçib, hücum edib, nə cavab var olacaq. Amma bəli, müdafiə naziri dedi. Bəli, kimin qırmızı xətti harada bitəcək, onu artıq görməliyik. Yəni, bu yaxında biz görəcəyik ki, burada İsrailin mi qırmızı xətti daha kəskindir, daha güclüdür? İranın mı? Yəni İran eskalasiya gedəcək, nə qədər daha bunu gücləndirə bilər, nə qədər əlavə raket ata bilər, nə qədər dağıntı bilərmi bundan sonra? Məsələn, sizdən öncəki hərbi ekspertimiz... Yəni, ən azından 100-200 raket atıb, İranın 3000-dən çox raketi var, yenisini istehsal edə bilər. Eyni zamanda İran da kompleks işdir. Yəni, Netanyahu dediyi kimi İranın da başqa hədəfləri var. Məsələn, bilinənə görə bu günlərdə İsrailin müdafiə sisteminin, müdafiə proqramına yüklənmələr olmuşdu və müdafiə proqramını sıradan çıxarması demişlər. O müdafiə proqramını sıradan çıxarsa, İsrailin o eşkan alarm sistemləri, müdafiə sistemi gələn raketləri görməyəcək. Bu da deməkdir ki, artıq dəmir qübbaları vurabilməyəcək və böyüksə düşə bilər. İran buna cəhd edib, tam sıradan çıxarmasa. O deməkdir ki, fərqli istiqamətlə cəhdlər olacaq. Amma düşünün, bu İsrail-İran arasında bir çəkişmə kimi davam eləməlidir. Yəni, ABŞ-ın qoşulmaması və öz yaxasını kənara çəkməsi ki, mən orada olmamışam, mənlik deyil, özünüz həll edin. Əsas buna əsaslanır. Amma İranın neft bazalarına vurulması da digər tərəfdə Hörmüz boğazı bağlaması da artıq qlobal hadisədir. Yəni bunu artıq İsrail-İran müharibəsi kimi baxa bilməliyik. Bu öz arxasında eskalasiya gətirəcək. İndi danışıqlar yolu həll olunacaq, müharibə yolu onu demək çətindir, amma həm Hörmüz boğazının bağlanması və neft mədənlərinin vurulması açıq şəkildə müharibə səbəbidir və çox geniş bir regional müharibə çevriləcək. Burada bir məqam var və mən istəyirəm buna da dəqiqləşdirmə gətirək. Səhər saatlarında dezinformasiyalar yayıldı Azərbaycanla bağlı, günorta saatlarında da yayıldı. Baxmayaraq ki, Xarici İşlər Nazirinin açıqlaması var idi. Hətta vəziyyət o yerə çatdı ki, mediada gedən dezinformasiya ilə bağlı rəsmi açıqlamalar oldu ki, bu belə bir hal yoxdur və təxminən bir neçə saat əvvəl prezidentin köməkçisinin açıqlaması oldu ki, söylənilən ki, Azərbaycan agentləri, yəni Güney Azərbaycanlılardan gedir söhbət. Azərbaycan agentləri kimi orada işləyib, bu dezinformasiyadır və bu həqiqəti əks etdirmir. Açıq bir nəsə bir parçalanma və yaxud da ittihamlar var idi. Dezinformasiya və kampaniyalar səslənirdi və bu kampaniyaların axarında bu söylənilmişdi. Biz bayaq verilişdə mən dedim, Ayətullah Seyid Əli Xamneyinin tweeti var. Tweetdə söyləyir ki, İran demək, İsrail səhvə yol verdi, qələt elədi. Və bu Azərbaycanca yazılıbdır. Turab bəy, niyə Seyid Əli Xamneyi Azərbaycanca yazsın bunu? Kimə mesaj verir? Burada bir neçə məqam var. Birincisi, Xamneyinin əsas tərəfdarları məhz Azərbaycanlılardır. Yəni, biz nə qədər də bunu danmağa çalışsaq da, bəli, İranda hazırda əsasən din dövləti kimi, şiə dövləti kimi, dövlətin arxasında duran əsas kütlə onu müdafiə edən məhz Azərbaycan regionlarıdır. Hətta Farslar daha çox aryanlıq, daha çox fərqli deyək ki, bu şovinistlik, zərdüştlük daxildir. Yəni, gəl şahlıq istəyir, bir hissəsi zərdüştlük istəyir, İslam öz dindən saymır. Bir hissəsi, hətta daha çox İsrail yəhudilərinin olduğu mərkəz hissə, Xarici Nazirliyi kök çalıb, məsələn, Cavazlər və s. Bu, türk düşmənləridirlər, daha çox qərblə, Xristian dünyası ilə əməkdaşlıq edib, türk və İslam aləminə qarşı çıxan qruplardır. Ona görə hətta liberalizmə meyilli qüvvələr də məhz farsların arasındadır. Ən mühafizəkarlar türklərdir.
Bəli. İran-İraq müharibəsində də əsas müharibənin yükü həm insan olaraq, həm yük olaraq, həm maddi olaraq Azərbaycan üzərində düşübdür. Azərbaycan 1 milyondan çox orada deyək ki, döyüşçülər fərqli şəkillərdə tələf olmuş, yaralı, ölü və s. Bu gözlənilən iki tərəfdən buradan Azərbaycan Respublikasının bir mesajı var. Azərbaycanın İsraillə olan münasibətləri İranı narahat edir. Ona görə də vaxtaşırı oxum məsələyə toxunurlar. Yəni, gah açıq verirlər, gah üstü örtülü verirlər. Hətta İran parlamenti xatırlayırsınız, bundan əvvəlki İran-İsrail eskalasiyasında Azərbaycanın və ya İraqdakı və ya Körfəzdəki İsrail ilə əlaqəli yerlərin vurulması ilə bağlı bir şey vardı. İndi çox xoş təsadüf ki, bu dəfə belə radikal və axmaq çıxışlar yoxdur, amma istənilən halda Azərbaycan İsrail ilə əlaqələri də onları narahat edir. Və üçüncü məsələ burada əslində yəni daha çox bir konsolidasiya var. Yəni bəhs dediniz, məsələn, Kürdləri ayırmaq istəyirlər, Bəluçları ayırmaq istəyirlər və ölkənin özü həmişə Azərbaycan olub, Təbriz olub, İranda hökumətin mənbəyi Təbriz olub. Ona görə çalışırlar ki, bir konsolidasiya geçsinlər. Amma fərqli şəxslərin deyək ki, Güney Azərbaycanlılar burada casus olub və başqa casus olub. Aydındır ki, İranda yüzlərlə, minlərlə casus var, heç biz bilmək o casuslar kimlərdir. Yəni kimlərsə o dronları yerləşib, o raketləri yerləşdirib, hansı şəkildə deyək ki, məlumatlar ötürüb və ya dezinformasiya İran daxilində. Amma mənə gəlir ki, olan kimliklərini bilmirlər, kimliklərini bilsələr üzə çıxardarlar da. Yoxsa onlar hansı etnik qrupdan İran daxilində bu düşünürəm ki, ən axmaq və ən mənasız çəkişmədə hazırda. Və ən sonuncu verilməli sualdır məncə. Bəli, bilirlərsə üzə çıxarsın. Və bundan başqa da mən sizə bir fakt deyim ki, burada İranın kəşfiyyatının zəifi də özünü göstərir. Çünki ən azından burada onların yemlənməsi ilə bağlı ehtimallar var. Məsələn, ehtimallardan biri olur ki, bu günlərdə məhz İranın nüvə arxitekturasından, nüvə sisteminin, sxeminin göndərilməsi əslində bir dezinformasiyadır. İsrail tərəfi qəsdən bunu kəşfiyyat məlumatı onlara yönəltdi. Onlar bunu ələ keçirdiklərini elan edildilər. Bundan sonra görüşməyə çalışdılar, bir araya gəlməyə çalışdılar. Aydın məsələ ki, İsrailin yeraltı nüvə deyək ki, ambarlarına, nüvə obyektlərinə zərbə endirmək üçün bir araya gəlməli idilər. Və bu bir araya gəldikləri müddətdə də həbsdən böyük hissəsi məhv edildi. Yerləri bilindi ki, eyni dezinformasiya ilə deyək ki, Mərkəzi Komitənin yığılmasından məhz Həsən Nəsrallılara qarşı istifadə olunmuşdu. Bu da əslində İran daxilində satqınlıq və s. məsələləri gündəmə gətirir. Çünki etalat sepahı, sepah şirkəti etalatı bir-birlərini əslində İsrailin gözlədiyi ki, bir-birlərinə düşdülər və daxili mübahisə mübahisələr artmalıdır. Bax, bu tweetə siz də baxasınız. Ayətullah Seyid Əli Xamneyinin tweeti Siyonist rejim böyük bir səhvə və xətəyə yol verdi, qələt etdi və Allahın köməyi ilə bu cinayətin nəticələri onu aciz və rəzil vəziyyətə salacaq. İran İslam Respublikası Allahın izni ilə Siyonist rejim üzərində üstünlük qazanacaq. Və Azərbaycanca, dediyim kimi. Bəli. Mümkündür. Dediyim kimi, tamamilə burada bir neçə variant var. Əhali konsolidasiya eləmək 1, İran daxilində biri yaratmaq 2, Azərbaycana mesaj vermək 3, Azərbaycandakı tərəfdarlarına mesaj vermək. Yəni bir dövlət kimi mesaj ki, İsrail ilə əlaqəli, bir də Azərbaycandakı tərəfdarlarına mesaj vermək. Çünki İran vaxtaşırı olaraq birisi proksiya üzrə işləyir. Və bütün bunlar hamısı mümkündür. Bir variant da, mənim variantım, Netanyahu ki, müraciət elədi xalqa, bu birliyi həm də ifadə eləmək üçün ki, xalqla biz birik və bu üsyana çağırışın elə bil ki, bir növ cavabıdır və əslində İranda gedən prosesləri dünəndən başlayaraq insanlar meydanlara töküldü, biz bunu gördük. Yəni burada İran təbliğatı deyildi, bu real görüntülər idi ki, xalq istəyirdi ki, qisas alınsın və elə bu əməliyyat başlayanda İranın küçələrində bayram əhvalı var idi ki, nəhayət bu qisas oldu. Əlbəttə, bu da ideoloji aparılan təbliğatın nəticəsidir. Çox qəribədir ki, ona sevinənlər Fələstinlərdə oldular və yəni qəribə deyil əslində, məntiqə uyğundur. Türkiyədə də oldu. Məntiqlidir, yəni burada normal bir şeydir. Amma hələ heç bir dövlət açıq şəkildə mən İrana dəstək verirəm sözünü deməyib. Təhlükəsizlik Şurasında deyiləcəkmi buna oxşar bir söz? Çin və ya Rusiya tərəfindən. Mərkəzi Şurası onsuz da indiyə qədər İsrail ilə qərarlar çıxarır. Dəfələrlə Fələstin məsələsində, digər məsələlərdə, hətta məsələn İsrail yanlışlıqla deyək ki, Liviya Misir təyyarəsində vurmuşdu vaxtilə 79-cu səviyyədə. Həmin vaxtlarda da, yəni Təhlükəsizlik Şurası həmişə İsrail ilə qərarlar verib. Yəni Netanyahu biz beynəlxalq cinayət məhkəməsi axtarır, 5 Ağustos ölkə İsrailin 2 nazirini sanksiyalara saldı, həm özləri ilə bağlı, əmlakları ilə bağlı, hüquqları ilə bağlı, səyahət hüquqları ilə bağlı. Bütün bunlara baxmayaraq,
son məqamda ABŞ veto qoyur ya da ki, neytral səs istifadə edir. Böyük ehtimal burada da İsrailə qarşı böyük zərbə və İrana qarşı böyük dəstək olsa, ABŞ əksinə səs verəcək, veto qoyacaq. Və neytral bir açıqlama olsa, çalışılır neytral qalsın. Yəni, məsələ burada nədir? Artıq BMT və beynəlxalq qurumlar nəyisə həll eləmir. Bəli, orada İsrail tənqid olunacaq, amma mən açıq deyim ki, bizim burada verdiyimiz bəyanatlardan, Guterreşin verdiyi bəyanatdan yeganə fərqi odur ki, o rəsmi bir ünvanı var ki, BMT-nin baş katibi. Yəni, əslində reallıqda təsir baxımından bizim söylədiyimiz sözdən, onun söylediyi sözdən reallıqda heç bir fərqi yoxdur. Ona görə də iki halda bu açıqlamalar nəyisə dəyişmir. Amma açıq və gizli İranı, Çinin və Rusiyanın çox böyük dəstək verəcək bəllidir. Çünki onlar da öz strateji maraqları üçün, ABŞ-ı qlobal rəqib gördükləri üçün İsrailin Fələstində apardığı siyasət dəstəkləmədiklərini görəcəklər. Bir də İsrailin İrana bu hücumu istər-istəməz Avropada və Amerikada yeni bir anti-İsrail dalğası yaradacaq. Onsuz da Fələstinlə bağlı çox bir dalğa var. Netanyahu qadağalar qoymuşdur, İsrail kabinetinin qadağalar qoymuşdur. İsrail rəsmilərini artıq qəbul etməmək söhbətlər vardı. İsrailin sərhədi qovan ölkələr vardı, İrlanda kimi. İndi isə İrana qarşı bir əməliyyat nəzərə alsaq ki, İranın da Xristian dünyası ilə qədim bağı var. Qərbdə İran mədəniyyəti və İran baxış xüsusi bir rəğbətlədir. Düşünürəm ki, bu məsələ İsrailin qlobal izolyasiya təklənməsinə səbəb olacaq. Bəli, onu müttəfiq kimi qoruyacaqlar. Deyəcək, ABŞ, Fransa və bunu elan edib. Amma ümumi yekununda düşünürəm ki, bu İsrailin qlobal imicini daha çox itirməsinə səbəb olacaq bir proses də ola bilər. Çox sağ olun Turab bəy, minnətdaram, sizi axşam yorduq. Amma bilirəm ki, siz də elə xəbərləri izləyirsiniz. Bu gecə hamı, çünki regionumuzun ən yaxın ölkəsidir və elə sərhəd demişkən, yəni sərhədimizdə yerləşdiyi üçün xarici vətəndaşların öz ölkələrinə qayıtması üçün Astara sərhəd keçid məntəqəsindən keçmələrinə şərait yaradılıb. Biz bu barədə məlumat vermişdik və elə indi daha bir məlumat gəldi ki, Azərbaycan, demək, bəzi xarici dövlətlər Azərbaycan hökumətinə İranda olan vətəndaşlarının təxliyə məqsədi ilə Azərbaycanın ərazisindən keçməklə öz ölkələrinə qayıtmasına yardım göstərilməsi ilə bağlı müraciət ediblər. Azərbaycan dövləti humanitar prinsipləri rəhbər tutaraq həmin şəxslərin təxliyəsi üçün sözgedən sərhəd keçid məntəqəsindən keçmələrinə şərait yaradır və bununla bağlı görüntülər də paylaşılıbdır. Hətta onların içərisində mədəniyyət xadimləri də var. Biz bilirik ki, Çaykovski adına simfonik orkestrin səhv eləmirəmsə, heyəti İranda qastrolda idi və belə bir hadisə ilə üzləşdiyi üçün onlar da məhz Astaradan keçib Rusiya ərazisinə daxil olmalıydılar. Belə bir məlumat da daxil olmuşdu müxtəlif telegram kanallarından. Hər halda Azərbaycan öz humanitar mövqeyini, humanist mövqeyini bir daha göstərdi və humanist prinsipləri rəhbər tutaraq müraciət əsasında İranı tərk eləmək istəyən xarici ölkə vətəndaşlarına bu şəraiti yaratdı. Və bir şey də qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi demək, radioloji fəaliyyətin tənzimlənməsi üzrə Dövlət Agentliyi, İzotop Xüsusi Kombinatı və Mülki Müdafiə Qoşunlarının radiasiya və kimyəvi laboratoriyası mütəxəssislərindən ibarət mobil qruplar tərəfindən ölkənin cənub sərhədləri boyunca söhbət 30 məntəqədən gedir. O cümlədən Naxçıvan Muxtar Respublikası ərazisində xüsusi cihazlarla radiasiya fonunun ölçülməsi məqsədi ilə müayinələr aparılıb. Və Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, eyni zamanda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə məlumatına görə ciddi bir çirklənmə, söhbət radioloji çirklənmənin getməsi ilə bağlı əldə heç bir yoxdur sübut. Yəni şükür ki, biz bununla üzləşmədik. Niyə görə bu təhlükə var idi? Çünki həm son hadisələr axarında nüvə obyektlərinin dağıdılması ilə bağlı fərqli fikirlər səslənir və qeyd edək ki, MAQATE rəhbəri də demişdi ki, çirklənmə, radiasiya çirklənməsi müşahidə olunur. Ona görə bu sərhəddə vəziyyəti öyrənmək üçün bizim Fövqəladə Hallar Nazirliyi, eyni zamanda Ekologiya və Təbii Sərvətlər Nazirliyi gecə ikən elə 30 məntəqədə müşahidə aparıb bunu mətbuata və bizə çatdırdılar ki, biz arxayın olaq. Mən xahiş eləyəcəm indi bir Zoom bağlantısı Tural İsmayılovla, siyasi şərhçi ilə mümkündürmü? Tural bəy, axşamınız xeyir.
Salam Elçin müəllim, axşamınız xeyir. Soruşmayacağım necəsiz, çünki bugün Azərbaycanda bir hamı eyni vəziyyətdədir. Qonşuluğumuzda baş verən hadisələr əlbəttə ki, bizi də həyəcanda saxlayır. Amma indi məlumat gəldi ki, Tehranın üzərində hava hücumundan müdafiə sistemləri artıq 40 dəqiqədən çoxdur ki, İsrailin hücumlarını aramsız dəf edir. Elə bir məlumatı da verim, düzdür, bu sərhəddə, bilmirəm, indi bu məlumat Fövqəladə Hallar Nazirliyinin qüvvələri də cəlb olunubdur. Beyləqanda bazar yanır, yanğın söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. Bu adi bir hadisədir və sözsüz ki, bunlar başqa bir şey, manipulyasiya olunmasının Telegram kanallarında ümumiyyətlə təxribat xarakterli manipulyasiyalar eləmək cəhdləri var. Daha ehtiyatlı olmalıyıq, media daha ehtiyatlı olmalıdır. Elə birinci sualım budur Tural bəydən. Tural bəy, medianın ehtiyatlı olmasını mən elə belə söyləmədim. Fikir verdinizsə, səhər açılandan müxtəlif səpkili Azərbaycan əleyhinə, istər Rusiya, istər ermənipərəst Telegram kanallarına və yaxud da Ermənistana məxsus Telegram kanallarına Azərbaycanı təxribata cəhd eləməkdə və digər həqiqəti əks etdirməyən məsələləri yaymaqla faktlarla rastlaşdıq. Bir qədər sonra prezidentin köməkçisinin açıqlaması oldu ki, Azərbaycanlıların güya agent kimi İsrail tərəfə işlədilməsi kimi faktlar əslində heç bir həqiqəti əks etdirmir və təbii ki, müxtəlif təxribat xarakterli məlumatlar, güya Azərbaycanın qırıcıları göyə qaldırılıb, güya Azərbaycan ərazisindən PUA, İsrailin PUA-ları daxil olub, bu kimin təxribat xarakterli çirkin informasiyalar yayıldı. Amma Azərbaycan mətbuatında bu məsələdə kifayət qədər rəsmi mənbələrə istinadən məlumatları yaymışdı. Nə etmək istəyirlər ki, bunları yayırlar? Rusiyanın və yaxud da Ermənistanın Telegram kanalları bu axarda nəyə nail olmaq istəyir? Əvvəla Elçin müəllim, bu sizin vurğuladığınız media dezinformasiyaları təəssüflər olsun ki, hətta bu böhranlı vəziyyətlər olmayanda da Azərbaycan əleyhinə bəzən tuşlanmış olur və bunlar təbii ki, xaricdə müəyyən anti-Azərbaycan qüvvələr tərəfindən də həyata keçirilir və sizin vurğuladığınız kimi həm Ermənistan, həm Rusiyadan, həm hətta bəzən İranın özündən idarə olunan bəzi Telegram kanalları da Azərbaycan əleyhinə bu təbliğatda, bu dezinformasiya kampaniyasında iştirak edirlər. Amma bu tip iddiaları irəli sürmək normal siyasi təfəkkürü olan bütün adamlar üçün çox gülməli görünür. Əvvəla biz xatırlayaq ki, Azərbaycanla İran arasında bir müddət əvvəl olan soyuqluq tamamilə aradan qalxıbdır. İran prezidenti Məsud Pezeşkiyanın Bakıya səfəri oldu. Burada həm cənab prezident İlham Əliyev tərəfindən, həm İran prezidenti tərəfindən Azərbaycan və İranın münasibətləri daha da dərinləşdirməsi ilə bağlı iradəsi əks olundu. Hətta Elçin müəllim xatırlayırıq, Məsud Pezeşkiyan Azərbaycan xalqına bir söz də verdi ki, bu dəfə İranda o məlum hadisələr baş verdiyinə görə o təcili geri qayıtmalı oldu. Amma mütləq Azərbaycana növbət dəfə daha geniş bir səfər edəcəyini vurğulayıbdır. Digər bir tərəfdən İranda bizim 30 milyondan yuxarı soydaşımız yaşayır və təbii ki, Azərbaycanla İran arasındakı münasibətlər də Azərbaycan digər qonşularına qarşı necə səmimi, dürüst mövqe göstəribsə, həmişə İrana qarşı da o münasibəti göstərib. Və bunu hər kəs bilir ki, Azərbaycan bütün beynəlxalq platformalarda özdə təkcə İran yox, bütün qonşularına qarşı çox açıq, aydın mövqeyi olan bir ölkə olubdur və heç bir ölkənin həddi üçün deyil ki, Azərbaycan ərazisindən onun qonşularına qarşı istifadə etməyə çalışsın. Yəni Azərbaycan bunları yaradacaq və yaxud da bu şəraiti formalaşdıracaq bir dövlətçilik kultuna malik olan bir ölkə deyil. Digər bir tərəfdən bizim İsraillə münasibətlərimiz də hər zaman yaxşı olubdur. Amma Azərbaycan Fələstin məsələsində də Elçin müəllim öz prinsipiallığını həmişə qoruyub, beynəlxalq hüquq nəyi deyibsə, Azərbaycan bu məsələdə öz mövqeyini ortaya qoyub. Və gülməli, absurd olan nədir? Baxın, Fələstinin Azərbaycanda nümayəndəliyi var və bilirik ki, Azərbaycan İsraildə konsulluğunun, yəni səfirliyinin fəaliyyətə başlaması ilə bağlı qərar verəndə paraleldə nə oldu Elçin müəllim? Həm də Azərbaycan Ramallahda bizim nümayəndəlik ofisimizin açılması ilə bağlı qərar verdi. Yəni bu gün Azərbaycan elə bax bu özəlliyinə görə, yəni biz həm etnik mənada multikulturalizmdə dünyaya örnəyik, həm də eyni zamanda siyasi münasibətlər səviyyəsində bilirsiniz, o 44 günlük Vətən müharibəsində bizim paytaxtımızdakı 4 ölkənin bayrağının dalğasını
dalğalanması dünyada çox gözəl bir memə çevrilmişdir ki, görün Azərbaycan necə unikal, gözəl bir ölkədir. Burada siyasi baxımdan bir-biri ilə düşüncələri fərqli olan İsrailin, Pakistanın, Türkiyənin bayraqlarını qaldırır Azərbaycan əhalisi siyasi Onda belə bir digər sual. mənada. Onda belə bir sual. Bu ərəfədə biz Azərbaycanın İsrail, Türkiyə münasibətlərində bir vasitəçi rolunun olduğunu gördük və hətta bir neçə danışıqların Azərbaycan ərazisində və yaxud Azərbaycan üzərindən aparıldığının da eşitdik. İran, İsrail məsələsində Azərbaycan vasitəçi kimi necə görünür? Ümumiyyətlə, mümkündürmü? Çünki faktik olaraq İran təklənib prosesdə. Biz demirik ki, indi biz İrana dəstək verək və yaxud da kiməsə dəstək verək. Yox, sırf vasitəçilik. İsraillə çox yaxşı və etibarlı münasibətlər var. Eyni zamanda bu münasibətlər İranla da var. Mən hesab edirəm ki, hər halda Azərbaycan öz münasibətində sona qədər səmimidir. Və bu prosesdə də, bundan əvvəlki proseslərdə də İrana qarşı öz səmimiyyətini və heç bir ölkənin şərait yaratmamaqla və digər məsələlərlə göstəribdir. İndi belə bir fürsət yaranıb. Azərbaycan nəsə eləyə bilərmi vasitəçilik kimi? Necə görürsünüz ümumiyyətlə bu? Mən Azərbaycanın ümumiyyətlə bu uğurlu missiyaçılıq fəaliyyətinə dair çox yaxşı örnəklər var. Bax, məsələn, bir 5-6 il əvvəl Rusiya Silahlı Qüvvələrinin baş qərargah rəisi ilə NATO nümayəndələrinin neytral ərazi kimi Bakıda dəfələrlə siyasi məsləhətləşmələr aparılıb. Eyni zamanda Türkiyə və İsrail arasında Azərbaycanda danışıqlar aparılıbdır və bugün Azərbaycanın bax, bu siyasi baxımdan unikallığı, özəlliyi və ölkəmizin yaratdığı bu beynəlxalq diplomatiyadakı uğurlu model Azərbaycanın İran və İsrail arasındakı danışıqlar prosesi baş verəcəksə vasitəçiliyinə ehtiyac yaradacaq. Və siz bəlkə də əslində elə bir beyin mərkəzlərinin, siyasi tədqiqatçıların bir çox proqnozlarını əslində bu sualı verməklə qabaqlanmış olursunuz. Yəni bu dediyiniz məsələ elə bu yaxın günlərdə də gerçəkləşə bilər. Ola bilər ki, Birləşmiş Millətlər Təşkilatı da daxil olmaqla və yaxud da həm İrandan, həm İsraildən siyasətçilər Bakıda iki ölkənin siyasi rəhbər şəxslərinin, müxtəlif nümayəndələrinin bu aktiv savaş durumunu dayandırmaqla bağlı görüşlərini təşkil edə bilsinlər. Çünki vurguladığınız kimi İranı heç kim də dəstəkləmir məsələsi bu rakursda söylənir ki, bir tərəfdə Amerika Birləşmiş Ştatları var, kollektiv qərb var, anti-İran qüvvələr var. Onların təbii ki, hamısı da səbəbsiz şəkildə bugün İrana qarşı cəbhədə dayanmayıb. İndi bunu da açıq etiraf eləmək lazımdır ki, İranın özünün də yanaşmalarında müəyyən səhvlər olubdur ki, nəticə gəlib bu məqama çatıbdır. Amma faktiki olaraq bugün İranı dəstəkləyən qüvvələr də çox çıxılmaz bir vəziyyətə düşüb. Siz bugün Livandakı Hizbullah qüvvələrinin açıqlamalarını vurguladınız. Özgə vaxtda böyük bir haray-həşir qoparırdılar. Mediada, sosial mediada ki, biz məhv edəcəyik, biz belə, biz İranın yanında. Amma bugün gördünüzmü necə bir təəccüb, necə bir sükut var idi. Yəni onlar da gözləmirdi İsrailin bu qədər effektiv bir əməliyyat həyata keçirəcəyini. Amma sözün açığı etsin mən bunu artıq 2 il, 3 ildir daim yazılarımda da yazıram, çıxışlarımda da qeyd edirəm. Biz dünyanın konfliktlərdən uzaqlaşan deyil, daha dərin konflikt girdabına düşər olduğu bir dövrə daxil olmuşuq. Çünki Rusiya-Ukrayna müharibəsinin taleyi ilə bağlı açıq etiraf eləyək ki, ortada heç nə yoxdur. Hətta deyək ki, Rusiya ilə Ukrayna arasında hansısa bir müqavilə imzalandı, amma faktiki olaraq Ukraynada hətta 20 il, 30 il sonra hakimiyyətə siyasi ideologiyasının nə olmağından asılı olmayaraq kim gəlsə belə o heç vaxt ərazilərindən pas keçməyəcək. Bir sual. Ola bilərmi? Elə bax bu münaqişə, yəni İsrail-İran məsələsi həm də kollektiv qərbə də Amerikaya da ona görə lazım idi ki, diqqətlər uğursuz Ukrayna danışıqlarından yayınsın, məsələyə daha gündəmə, daha başqa bir məsələ gəlsin. Və siz dediniz BMT, sizdən öncə Turab bəylə danışanda BMT lap sərt qərar versə də heç nəyi həll eləməyəcək bir quruma çevrilibdir. Ona görə heç nə də gözlənir. Hər halda Təhlükəsizlik Şurasında bugün nə gözləyirsiniz və nə mövqelər səslənə bilər? Artıq iclas gedib və İran da mövqeyini bildiribdir, Rusiya tərəfi də çıxış edibdir. Nəsə gözləyirsiniz? Bu iki suala istəyirəm aydınlıq gətirəsiniz. Yəni, BMT-nin Təhlükəsizlik Şurasının ümumiyyətlə həm hüquqi baxımdan, həm də praktiki baxımdan hansısa münaqişələrə praktiki təsir etmə imkanları yoxdur. Sadəcə olaraq tövsiyə edici qərarlar çıxarır. O tövsiyə edicinin tonunu mən bilmək istəyirəm. Orada
ton necə olacaq sizcə? Çoxmu sərt olacaq, yoxsa İsrailə qarşı, yoxsa necə? Çünki İran hər halda bunu müharibə adlandırır. BMT burada ritorikanı qorumağa çalışacaq da, çünki hər halda BMT hansısa bir idarə etmə ideologiyasına malik olan bir siyasi qərar verici institut deyil. Bu beynəlxalq təşkilatdır və özünün konsepsiyasına uyğun bir açıqlama verəcək. Burada nə İranın da mən kəskin şəkildə BMT-nin çıxardığı bəyanatda indi yəqin ki, səhər saatlarına doğru artıq BMT ilkin rəsmi bir açıqlama yayacaq. Nə İranın mən kəskin şəkildə tənqid olunmayacağını düşünürəm. Amma hər halda İsrailin tənqidi gözlənilir amma. Olacaq, bəli. Çünki faktiki olaraq bu gün axı yaxın şərqdəki prosesə görə və Qəzza məsələsinə görə Netanyahuya qarşı biz bilirik ki, hətta İsraili dəstəkləyən Qərbin özündə belə birmənalı fikirlər yoxdur. Və məsələ budur ki, indi əslində Qərb özü elə bir girdaba düçar olub ki, yəni Qəzza məsələsi ilə bağlı onsuz da fikir ayrılıqları var. Kollektiv Qərbin içərisində biz bilirik ki, Avropa İttifaqı ilə Amerika Birləşmiş Ştatlarının mövqelərində Rusiya-Ukrayna məsələsində olduğu kimi ciddi ixtilaflar və fikir ayrılıqları var. İndi bu məsələ həll olunmamış, ortaya daha təhlükəlisi çıxır ki, bu da İranla İsrail arasındakı qarşıdurmadır. Hə, bu Amerika administrasiyasına sərf edirmi? Elə açıqlamalarından bu aydın görünür. Çünki İran nüvə danışıqlarında Amerika Birləşmiş Ştatlarının qoyduğu vaxt ərzində qərarların qəbul edilməsi, müzakirələrin aparılmasına isti yanaşmır. Digər bir tərəfdən nə qədər çox konflikt davam edirsə, bu təbii ki, İranın da imkanlarının xərclənməsi deməkdir. Yəni İranın hərbi məhsulları xərclənir, vaxtı gedir, diqqəti yayınır və nəticədə bu Amerikaya sərf edir. Amma görürsünüz, tutaq ki, Avropa İsraili dəstəklədiyini vurğulayır, amma Almanya, Fransa və yaxud ümumiyyətlə hələ tam sükut vəziyyətində dayanan İtaliya və digər ölkələr Fransa sükutu biraz pozdu. Vermək istəmirlər. Hə, həm də Fransa biraz sükutu pozdu. Ümumiyyətlə gedən proseslərdə ola bilərmi? Elə Qərbə belə bir senari lazımdır. Netanyahusuz İsrail və Xameynisiz İran. Qərb bu İran məsələsinə görə yox, amma bir mənalı şəkildə biz bilirik ki, Qəzzada ümumiyyətlə təbii ki, humanitar normaların bəzən aşıldığı hallarla bağlı Qərbdən çox bəyanatlar verilir və bu bəyanatlar sonunda bir də sualı. Beynəlxalq məhkəmə. Yəni Netanyahusuz İsrail lazımdır Qərbə. Bu aydın görünür. İndinin söhbəti deyil. Bu xeyli müddətdir. Bütövlükdə bunu kollektiv, yəni Avropa İttifaqının mən deyə bilmərəm ki, 85% bu qərarı dəstəkləyir, amma özəlliklə Qərbi və Mərkəzi Avropada sizin dediyiniz senarinin real olduğunu düşünürəm. Yəni onlar İsraildə yeni hökumətin fəaliyyətə başlamağını daha məqbul hesab edirlər. İranda da hakimiyyət dəyişərsə, İran xalqı ilə dil tapılar kimi fikirlər var. Nə dərəcədə real? Yanaşmada İsraildən fərqlidir Qərbin yanaşması. Yəni İsraildə Qərb hökumətin dəyişməsini istəyir. Konkret olaraq amma burada isə rejimin dəyişməsindən gedir söhbət. Amma İranda ümumiyyətlə siyasi idarə etmə sisteminin dəyişməyini istəyirlər də. Adi bu gün baxırıq ki, məsələn, Pəhləvilərin davamçısının açıqlaması var və o da Qərbi və İsraili dəstəklədiyini vurğulayır və bildirir ki, Qərb əslində İranda hökumətə yox, indiki idarə etmə modelinə qarşıdır. Məncə İsrailə və İrana yanaşmada ideoloji fərqlər var. Sözsüz var, amma bir məsələ də var. Ola bilər ki, heç ideoloji, radikal dəyişiklik yox, adlar dəyişsin, vitrin dəyişsin. Bu da belə daha liberal adamlar gəlsin. Bu rejim qala-qala. Bu da belə Avropaya sərf edir. İndiki situasiyada. Nəinki indi açıq deyək də, Elçin müəllim, faktiki olaraq İranın indiki prezidenti Məsud Pezeşkiyan, mən yəni gündəlik regionla bağlı yazıları təhlil edirəm, Avropanın beyin mərkəzlərində nələr yazırlar. Məsələn, mən baxıram ki, prezident obrazı kimi Məsud Pezeşkiyana yanaşma kifayət qədər loyaldır Avropada. Amma onlar da başa düşürlər ki, İranda prezidentlik institutu əsas deyil də, bunun fərqindədir. İranda prezident şeir demək üçündür və bunu Pezeşkiyan bir daha da sübut elədi. Yəni, bugünkü açıqlamaları da bir qədər ciddi deyildi. Mən açıq deyim ki, mən daha kəskin açıqlamalar gördüm. Doğrudur, gün axırına biraz fərqli açıqlamalar oldu, amma əvvəldə verdiyi açıqlamalarda bilmirəm niyə mövqeyi mən anlaya bilmirəm. Çox güman ki, Xameyninin müraciətini gözləyirdilər və yaxud onun açıqlamalarını gözləyirlər. Belə bir məlumat daxil olmuşdu ki, İsrail İranın ali din rəhbəri Seyid Əli Xamneyinin iqamətgahlarından birini raketlə vurub, hansı iqamətgah harada getdiyi bəlli deyil. Dərhal İran mətbuatı və rəsmi dairələri dedilər ki, hər şey qaydasındadır, xüsusi yerdə mühafizə olunur, yəni heç bir
təhlükə yoxdur və indi İsrail mətbuatına istinadən belə bir məlumat daxil oldu ki, İrandan növbəti raket buraxılışı gözlənilir. Sizcə bu münaqişə, uçan raketlər nə qədər davam edəcək? 14 gün proqnozunu bir neçə Amerika mətbuatı söyləyib. İnanmaq olarmı? Mən düşünmürəm Elçin müəllim 14 gün davam eləsin. Çünki həm İran, həm də İsrail üçün bu çox ciddi həm maliyyə etkisidir, həm də eyni zamanda bilirsiniz, indi biz bəzi hadisələrə təəssüflər olsun ki, elə dünyada təhlilçilərin bir çoxu rəqəmlər kimi yanaşır. Amma bir raketin ərsəyə gəlməsi üçün nə qədər belə deyək də pul xərcləndiyini də ciddi analitiklər yaxşı bilirlər. Ona görə nə İsrailə, nə də bu gün İrana bu münaqişənin uzun müddətli davam etməsi sərf eləmir. Amma biz mediada görəcəyik, istər İsrail mətbuatında, istərsə də İran mətbuatında, hətta bunu 1 ay, 2 ay, 3 ay kimi yazanlar da ortaya çıxacaqlar. Amma mən yaxın, əslində elə bugün gördük də İsraildən müəyyən siyasətçilərin açıqlamaları var ki, biz hədəfimizə nail olduq. İran mətbuatında da az öncə bəzi adamlara istinadən yazılır ki, İran da artıq hədəflərinə nail oldu. Yəni bu qarşılıqlı savaş halının yəni o mənada İsrailə təsir etmədiyini düşünürəm. Yəni bu mesaj belə idi ki, hədəflərə nail olduq və yekunlaşdıraq prosesi. Siz elə düşünürsünüz də? Bəli, 10 günə qədər mən bu məsələn, yəni bu qədər aktiv döyüş əməliyyatlarının açığı davam etməyəcəyini düşünürəm. Amma bir məsələ var və bunu da mütləq heç diqqətdən qaçırmayaq ki, İranın bütün arsenalını işə salması, nə qədər siz demişkən də bu say var da, bir hədd var və yaxud da onun yenisini yerinə qoymaq üçün büdcə lazımdır. İranın bildirir ki, bu dəqiqə sanksiyalar altında olduğu üçün bununla bağlı sualları var. Və heç Rusiya da istəməz ki, İranın arsenalı bu qədər azalsın. Bu öz yerində. Amma İsrailin arsenalının da azalması bir çox ölkələrin xeyrinədir. Çünki ən azından yeni silahlarını satacaqlar. Bu aydın məsələ. Yəni, silah bazarı üçün unikal bir hadisədir belə hadisələr. Onun uzanması tərəflərdən daha çox onlara sərf edir. Onlar bu prosesdə hansı rolu oynaya bilərlər. Amma burada bir mühüm bir məsələ var və bunu da mütləq qeyd edək. Bu gecə nüvə silahı işlənəcək deyə bir xəbər yayıldı İran Kivində. İnandırıcıdırmı? Varmı İranın nüvə silahı? Yox, İran təbii ki, elə İranın bugün üzləşdiyi problemlərin bir çoxu təkcə müxtəlif regionlarda proksi İran qüvvələri vasitəsilə müxtəlif siyasi addımlar atmasıyla bağlı deyil. Elə əsas məsələ nüvə prosesinin başında dayanır. Yəni Amerika Birləşmiş Ştatlarının prezidenti açıq-aydın deyir ki, mən hətta İsraillə danışıb, bu mesajı belə idi da, yəni birbaşa deməsə də dolayı dedi ki, əgər İran nüvə danışıqlarında bizlə masaya otursa, bu İsrailin elə hücumlarına da qarşısı alına bilər. Bundan sonra oturacaq, yoxsa yer qalmayıb artıq oturmağa? Bugün İran açıqladı ki, bu danışıqları dayandırır, amma Elçin müəllim, mən düşünürəm ki, yəni tutaqçılar bu danışıqları dayandırdı və dedikləri kimi 14 gün, 15 gün, 16 gün davam elədi. Nəyə nail olacaq ki, İran bunun? Əslində İranın ehtiyatları, imkanları azalacaq. Sonra deyək ki, həmişə özünün qırmızı xətti hesab elədiyi Fələstinlilərin hüquqları və s. digər məsələdə necə, hansı addımlar atacaq? Elə bir özündə təpər qalacaqmı ki, digər beynəlxalq məsələlərdə özünün dəstəklədiyi müxtəlif qüvvələrin yanında dayana bilsin. Ona görə çox çətin də olsa mən İranla Amerika Birləşmiş Ştatlarının yaxın zamanlarda danışıqlara oturacağını düşünürəm açığı. Çox sağ olun Tural bəy, təşəkkür edirəm sizə. Axşam sizi də narahat elədik, amma hamımız narahatıq. Çünki qonşuluğumuzda baş verən hadisələrdir. Müxtəlif xəbərlər gəlir. Bəzi xəbərlərimiz əlbəttə ki, insan itkiləri ilə bağlı da məlumatlar var. Həm İran ərazisində, həm İsrail ərazisində. İran artıq rəsmi açıqlamalarını verib ölənlər, yaralılar haqqında, dağıdılmış obyektlər haqqında, amma İsraildən hələ heç bir məlumat yoxdur. Bütün hallarda münaqişənin tez bitməsini Azərbaycan tərəfi də istəyir və humanist prinsipləri rəhbər tutaraq bu prosesdə tam iştirak edəcəyini də deyir. Amma məsələ təkcə bizlik də deyil və mən elə gəlir ki, burada artıq tərəflərin özündən də asılı olmayan məsələlər var. Amma bir mühüm məsələ var ki, bu münaqişə kimə lazımdır və niyə lazımdır? Mən elə gəlir ki, nə İsrailə, nə İrana bu mərhələdə münaqişə lazım deyildi. Danışıqlar ehtimalları, danışıqların davam edəcəyini Trump da dedi. Dedi ki, biz bu məsələdə artıq yeni bir mərhələyə qədəm qoymuşuq və danışa bilərik. Bu dəqiqə İranın inkar eləməsi aydındır.
yəni normaldır. Ölkənin əsas hərbi elitası vurulub, nüvə məsələləri ilə bağlı işləyən alimlər öldürülüb, xalq arasında çox ciddi kütləvi bir psixoz var idi və bunun mütləq qisas bayrağı qalxmalı idi və bu qisas əməliyyatı həyata keçirilməli idi və ona görə də burada bir məsələ var, son xəbəri bir məlumatınıza çatdırım ki, İRNA-ya istinadən belə bir məlumat verildi. İran Atom Enerjisi Təşkilatının nümayəndəsi ki, Nətənzdəki nüvə obyektində radioaktiv maddələrin sızması faktı təsdiqlənib. İsrailin zərbəsi nəticəsində İranın Nətənzdəki nüvə obyektinin radioaktiv maddələrin kiçik sızması baş verib, amma bu xarici mühitə yayılmayıbdır. Nətənzdə zədələr əsasən səthi xarakterlidir, çünki obyektin əsas hissəsi bu yerdə, yer altındadır. Obyektin daxilində çox kiçik sızma baş verib. Çirklənmə xarici mühitə heç bir şəkildə yayılmayıbdır. İnsanlara da əmin olması kimi bir çağırışı var. Bu məsələ niyə vacibdir? Çünki bu obyekt təxminən Tehranın yaxınlığında yerləşir və ona görə də əhali üçün də təhlükə idi və təbii ki, Azərbaycan tərəfi də 33 məntəqədə bu gecə yoxlamalar aparıldı. Radioaktiv aktivliyin fazalarını və ümumiyyətlə dərəcələrini ölçmək üçün Fövqəladə Hallar Nazirliyi və Ekologiya Təbii Sərvətlər Nazirliyi bununla bağlı açıqlama verdi. İrandan növbəti raket buraxılışı gözlənilir deyə İsrail Kivində bir xəbər yayıldı. Ümid eləyərik ki, bu axşam, bu gecə İsrail və İran xalqlarının ən azı rahatlığını təmin etmək üçün silahlar susar, amma ümumiyyətlə silahlar sussa çox yaxşı olar. Biz xəbərləri sizə çatdıracağıq, gözünüz Baku TV-də olsun. Ən son xəbərləri bizim efirimizdən və eyni zamanda sosial hesablarımızdan alın və ən tez xəbərdar olun. Görüşərik.